Aha. Deməli, başlayırıq bu gün. 3 dənə tabımızı keçəcəyik. Çalışacağam ki, 3 tabı keçək. Yəni nə qədər çatdırsaq, təbii ki, o qədərini keçəcəyik. Deməli, biz başlayacağıq home tabını keçməyə, insert tabını keçməyə, bir də design tabını keçə bilsək bu gün keçəcəyik. Deməli, baxırıq. Home tabında, insert tabında, design. İndi birinci home-dan başlayaq hələ ki, qarışmasın beyniniz. Home tabından başladıq. Dedik ki, baxın, burada bu file, home, insert, design, layout, bax, bu hissələr bizim tablarımız adlanırdı. Bunların içərisindəki bu kiçik başlıqlar bizim lent qruplarımız idi. Və bunların içərisində də bizim əmrlərimiz yerləşirdi. Başlayırıq home menyusunun. Clipboard əmrindən, lent qrupunun içərisində olan əmrlərdən. Fikir versək, Home tabının Clipboard başlığının içərisində 4 dənə əmrim var. Bunlar nədir? Baxın, paste var və hər birinin üzərində də bu arada diqqət yetirsəz, hər birinin üzərinə mən mausumun göstəricisini yaxınlaşdırdıqca həm ingilis dilindən adını yazır əmrimin. Həm də qısa yolunu göstərir. Bax, eyni zamanda, məsələn, katın üzərinə gəldim, həm adını yazır, həm də onun qısa yolunu göstərir. İndi gəlin bura bir dənə mətn daxil edək. Məsələn, gedək internetdən bir dənə mətn seçək, gətirək bura daxil edək, onun üzərində proseslər aparaq. Deməli, məsələn, bura yazıram, ə, informasiya texnologiyaları ilə bağlı bir dənə məlumat götürürəm. Götürək. Məsələn, müəyyən hissəni seçirəm, deyirəm ki, baxın, buradan bura qədər olan hissəni seçdim. Gətirirəm bura, Word-ümüzə. Olsun belə. Deməli, fikir veririk nəyə? Clipboard başlığımızın içərisində olan əmrlərdən başlayırıq. Baxın, birinci var burada, copy ilə cut əmrinə baxacaq. Copy ilə cut əmri nədir? Cut əmri, ay aman, deməli, cut əmri, mənim ekranımı görürsünüz indi? Ekranım görünür sizdə? Aha. Deməli, cut əmri nədir? Cut əmri kəsmək funksiyasını yerinə yetirir. Bax, cut əmri kəsmək funksiyasını yerinə yetirir. Amma hər hansı bir sözün kəsilməsi nə deməkdir? Deyirəm ki, gəlirəm buradan, ifadə edir hissəsini seçirəm. Ümumiyyətlə də sözü seçəndə necə seçirik? Mausun sol düyməsini basılı saxlamaqla biz həmin sözü seçə bilərik. Baxın, mausun sol düyməsini basılı saxlayıb, yəni basılı vəziyyətdə biz o sözü seçə bilərik. Sözümü seçdim. Mən gəlib cut əmrini icra eləsəm, cut əmrini icra eləsəm, bu sözü buradan kəsəcək, amma eyni zamanda kəsməklə yanaşı, həmin o kəsdiyi sözü də yadda saxlayacaq. Baxın, həm sözü oradan kəsəcək, eyni zamanda kəsdiyi sözü də yadda saxlayacaq. Niyə yadda saxlayır kəsdiyi sözü? Çünki mən deyirəm ki, bu sözü buradan kəsib başqa bir yerə aparıb yapışdırmaq istəyirəm. Gəlin cut əmrini icra eləyək. Cut əmrini icra elədim. Görürsüz, söz buradan kəsildi. Mən deyirəm ki, kursoru endirirəm aşağı. Gəlib həmin kəsdiyim sözü yapışdırmaq istəyirəm. Bax, bu kursorumun dayandığı yerə. Yapışdırmaq əmrini paste vasitəsilə həyata keçiririk. Yapışdırmaq əmrini keçiririk həyata nə ilə? Paste vasitəsilə. Paste-in qısa yolu Ctrl-V-dir və hansı mənanı verir? Yapışdırmaq mənasını. Gəlirəm paste vururam. Fikir verin. Bayaq cut eləyib götürdüyüm, yəni kəsib oradan götürdüyüm sözü gətirdim, yapışdım bura. Özünüz üçün onu da qeyd edə bilərsiniz. Demək, cut əmri seçdiyim sözü həmin yerdən silir. Paste əmri vasitəsilə gətirir, istədiyimiz, yəni kursoru qoyduğumuz yerə yapışdırır. Və indi axırda onların qısa yollarını da bir dənə ümumiləşdirib yazacağam. Bəs görək copy hansı əmri yerinə yetirir? Copy sözün kopyasını götürür. Cut da kopyasını götürdü, amma cut oradan kəsirdi, onu çıxardırdı. Amma copy sadəcə sözün kopyasını götürəcək. O sözü oradan silməyəcək. Məsələn, bax, buradakı biliklər sözünü seçirəm. Seçib copy əmrini vursam, copy əmrini vursam sadəcə sözün kopyasını götürdü, yadda saxladı, sözü oradan silmədi. Və mən gəlirəm, deyirəm ki, ifadə edir sözün yanına, həmin bu seçdiyim bayaqki biliklər sözünü paste eləyirəm. Neynədim? Həmin kopyasını götürdüyü sözü gətirdi, yapışdırdı bura. Yəni, bunların funksiyaları budur. Gəlin onların qısa yolunu da bir dənə tez buradan yazaq. Görək, paintimiz var burada. Paint yoxdur, eybi yox, gəl elə buradan qeyd edeyim. Özünüz üçün dəftərdə istəsəz qeyd edəsiniz. Deməli, Ctrl plus X düyməsini vuranda bu bizə kəsmək əmrini verir.
Kəsmək. Control, Ctrl plus V əmri bizə yapışdırmaq, yapışdırmaq. Yəni Azərbaycanca qarşılığını yazıram ki, çətin olmasın sizin üçün. Yapışdırmaq. Bir də var bizdə Ctrl plus C əmri. Bu da bax copy sözündən, C-nin copy sözündən yadınızda saxlayın. Kopyalamaq əmri. Kopyalamaq. Bu clipboard başında bu əmrləri yerinə yetirdim. İndi burada bir də format painter görürük. Bu nə deməkdir? Baxın, format sözünün özündən yadında saxlayın ki, deməli, hər hansı bir şeyin formatını digər bir sözlərin üzərinə tətbiq etməkdir. Baxın, bir də təkrarlayıram. Biz hər hansı bir sözün üzərinə sözü formatlayırıq. Həmin formatladığımız hissələri götürür, digər hissələrə tətbiq edirik. İndi görək bu sözün mənası nədir? Deyirəm ki, ümumiyyətlə bir sözü formatlamaq nə deməkdir, ona baxaq. Deyirəm, baxın, burada biliklər sözünü seçirəm. Başlayıram bu biliklər sözünü biliklər sözünün üzərində formatlanma işlərini aparmaq. Formatlanma işləri nədir? Fikir versəz, burada font lent qrupunun içərisində müəyyən əmrlərim var. Məsələn, sözü qalın rejimdə yazıram. İndi burada gələcəm bunlara da. Sadəcə ümumi deyim, nədir formatlamaq? Məsələn, sözü qalın rejimdə yazdım. Və yaxud da sözümün rəngini dəyişdim, sözümün altından xətt çəkdim və s. Altından xətt çəkmə yox, gəlin üstündən xətt çəkək, görünsün. Üstündən xətt çəkdim. Görürsünüz? Yəni üzərində ən azından bir 2-3 dənə formatlanma işini apardım. İndi mən deyirəm ki, gəlin hətta bunu belə eləyək. Sözün də rəngini dəyişdim. İndi mən deyirəm ki, bu sözün üzərində hansı formatlanma işlərini görmüşəmsə, həmin formatlanma işini başqa sözlərdə tətbiq eləmək istəyirəm. Bu zaman, bax, gəldik bunu seçdim, sözü seçdim. Gəldim format painter vurdum. Baxın, burada belə fırça görünür. Fikir versəz, fırça işarəsi. De burada. İndi mən deyirəm ki, bunun formatını götürüb, bax burada lat informatio sözünün üzərinə tətbiq eləmək istəyirəm. Mausumun sol düyməsini vururam. Baxın, hara qədər elədimsə o hissə tətbiq olunur. Və yaxud da gəlirəm təzədən bunun formatını götürürəm. Gəldim format painter'a vurdum. Gəldim bu sözün üzərinə. Görürsünüz, sözün üzərinə gəlib sol düyməni bir dəfə vurub sıxıb sıxdım və buraxdım. Həmin sözün formatını gətirdi, bu sözün üzərinə tətbiq elədi. Amma indi fikir verirəm ki, bu fırça işarəsi getdi buradan. Deməli, mən bir də gəlməliyəm, bir də seçməliyəm, bir də gedib tətbiq eləməliyəm. Bu prosesi asanlaşdırmaq üçün, baxın, yenə bax, bu sözü gəldim, seçdim. Format Painter bu dəfə mouse'un sol düyməsini 2 dəfə ardıcıl vuracam. Baxın, 2 dəfə ardıcıl vurdum. Mən artıq, məndə bu fırça işarəsi itməyəcək. Gəlirəm, baxın, bu sözə tətbiq eləyirəm. Görürsünüz, fırça işarəsi itmir. Bu sözə tətbiq eləyirəm, bu sözə tətbiq eləyirəm, bu sözə istədiyim qədər tətbiq eləyə bilərəm. Nə vaxta qədər? Buradakı Format Painter əmrini xaric edənə qədər. Deməli, Format Painter əmrini bir dəfə icra edəndə sadəcə hər hansı bir hissəyə onun formatını tətbiq edə bilirəm seçdiyim sözün. Amma Format Painter əmrini 2 dəfə ardıcıl vurmaqla bizim fırçamız etməyəcək. İstədiyim sözlərə, istədiyim qədər bunun formatını tətbiq edə bilərəm. Baxın, Format Painter əmrinin də funksiyası bundan ibarətdir. Bu clipboard başlığımızda olan əmrlərin yerinə yetirilməyi idi. Çətin bir şey yoxdur deyə düşünürəm. İndi gəldik Home tabımızda font lent qrupunun içərisindəki əmrlərə. Burada görək necə əmrlərimiz var. Baxın, ümumiyyətlə fontun özü, gəlin bu aşağıdan yazın. Bunu ləğv eləyək buradan. Aha. Font sözünün özü şrift, belə yazaq, şrift deməkdir. Deməli, biz burada şriftlərlə bağlı əmrlərimizi yerinə yetirəcəyik. Fikir versəz, burada seçilən sözlərin formatını, yəni yazılarımızın formatını biz bu hissələrdən dəyişə bilərik. Yazılarımızın formatını, yəni yazı stillərini dəyişə bilərik. Normalda amma bir də onu bilməlisiniz ki, baxın, çoxlu sayda yazı stilləri var. Yəni bunlar görürük ki, çoxlu sayda yazı stillərimiz var. Amma rəsmi sənədlərdə və s. ümumiyyətlə sənədlərdə ən çox Times New Roman rejimindən istifadə olunur. Çünki Times New Roman rejimi daha sərgəli yazı rejimidir. Baxın, gəlin bunu seçirəm, bax bunu. Eləyirəm Times New Roman. Fikir verin,
sərgəli şəkildə sözlərin yazılışıdır. Yəni ən çox istifadə edilən Times New Roman rejimidir. Sənədlərdə ən çox istifadə edilir. Bu şriftimin növünü dəyişmək üçündür. Bir də var şriftin ölçüsünün dəyişdirilməsi. Şriftin ölçüsü susmaya görə 11-dən başlayır. Susmaya görə 11-dən nə deməkdir? Yəni ölçüsü niyə 11-dən başlayır? Yəni mən deyirəm ki, məsələn Word-ə ilk daxil olanda, məsələn Word-ü ilk açanda, burada mənim qarşıma şriftin ölçüsü 11 kimi çıxır. Ona görə deyirlər ki, şriftin susmaya görə, yəni normal vəziyyətdə ilk qarşımıza çıxan halı 11-dir. Amma biz buradan bax gəlsək görərik ki, şriftin ölçüsü əslində 8-72 arasında göstərilir. Yəni standart halda 8-72 arasında göstərilir. Amma deyə bilərsiniz ki, məsələn digər şrift ölçüləri yoxdur ki, var. 1-dən 1638 daxil ölçülərimiz mövcuddur. Gəlin dediklərinizi də aşağıdan yazın. Nə dedik? Dedik susmaya görə şriftimizin ölçüsü bizim qabağımıza hansı ölçüdə çıxır? 11 ölçüsündə. Amma standart halda 8-72 arasında görürük biz burada. Bayaq da göstərdim 8-72 arasında. Amma ümumi halda bizim qarşımız, yəni daha doğrusu ümumi halda 1638 ola bilər. Məsələn, deyirəm ki, gəldim baxın bu ifadələri seçdim. Mən bura 1638 daxil elədim. Fikir verin, 1638 mümkündür. Amma gəlirəm 1638 yox, 1639 daxil eləmək istəyirəm. Görün nə verəcək mənə. Deyir ki, ancaq 1-1668 arası ölçülər seçə bilərsən. Yəni limit 1-1638 arasıdır. İstədiyimiz ölçünü buradan daxil edə bilərik. Məsələn, deyirəm ki, 15 daxil eləmək istəyirəm, gəlirəm 15-i yazaram və s. Bu belə. Bu bizim şriftimizin ölçüsü. Baxın, bu hissələri də özünüzdə mütləq qeydiyyat aparın. Düşə bilən suallar arasındadır. Mən indi bura yazıram ayrı-ayrı. Bunları özünüz üçün konspekt şəklində yığarsınız. Sonra gəldik. Burada başqa görək hansı əmrlər var. Burada başqa sadə əmrlərimiz var. Baxın, bu var ha. Bold sözündən gəlir. Qısa yolda elə kontrol B-dır. Bold sözündən. Bold nə deməkdir? Yəni sözün qalın rejimdə yazılmağı. Qalın rejimdə yazılmağı, məsələn, buradan latınca sözünü seçirəm. Buradakı B-ni vursam sözü qalın rejimdə yazsam. Buradakı i-ni vursam bu italik sözündən gəlir. Kursiv şəkildə yazır sözü. Kursiv nədir? Yəni biraz sağa əyri formada yazır. Vursam sağa əyik formada. Və ya da u altdan xətt var. Bu underline sözündən gəlir. Yəni under altından line xətt çək. Underline sözündən gəlir. Elə qısa yolda kontrol u-dur. Baxın, B-nin qısa yolu Ctrl B, I-nin qısa yolu Ctrl I, underline, yəni altdan xəttin də qısa yolu Ctrl U vasitəsilədir. Bura yazmama ehtiyac yoxdur. Zaten üstünə gələndə hamısı görünür. Yenə də onları axırda konspektləşdirib çalışacağam ki, atım. Sonra burada baxın ABC üstündən xətt var. Necə görünürsə, baxın burada. Necə görünürsə o formada da sözümüzün üzərində tətbiq edir. Məsələn, mən bunu vursam, həqiqətən də latınca sözümün üzərindən bir dənə xətt çəkəcək. Bir dənə fikir verin. Burada latınca sözümün üzərindən xətt çəkdi. Başqa heç nə yoxdur burada, çətin bir şey. Görün, bu dördünün dördündə bunun üzərində tətbiq eləmişəm. Həm bold var, həm italik var, underline var, eyni zamanda ABC üstdən xətt də var. Streak through adlanır bu arada bu. Burada da görün, streak through. Gəldik. Görək bunlar nədir? Bunlar da ki, bildiyimiz. Yəni, ən çox riyaziyyatda təbii ki, bunlar istifadə olunur. Məsələn, indeksdə hər hansı bir rəqəm və yaxud da hərf yazmaq və yaxud da qüvvətdə hər hansı bir rəqəm və yaxud da hərf yazmaq. Məsələn, necə bir şey? Mən deyirəm ki, bax, burada 11, aşağı yazın. Yazıram A hərfini daxil. Mən deyirəm ki, indi A-nın kvadratını yazmaq istəyirəm. Əgər kvadratı yazmaq istəyirəmsə, birinci gəlib, baxın, bu əmri icra eləməliyəm, vurmalıyam. Fikir verin, kursoru apardı A-nın üstünə. Mən burada 2 yazsam, aralı yazaq, bu böyüdür bunu. Deməli, A. Nəsə, bildiniz də, yəni, indi bu böyüdür, buna fikir verməyin. Yəni, bu nədir? Bu, bunun hər hansı bir şeyin qüvvətini yazmaq üçün. Və yaxud da, mən gəlib bura B, bunu bir dənə ləğv edək buradan. Deməli, B, bunun indeksinə yazmaq istəyirəmsə,
Vururam indeksi, yazıram 2, bu bunun düşəcək indeksinə. Daha doğrusu ayağına. Biri qüvvət, biri ayağında yazmaq üçün bu əmrlərdən istifadə edə bilərik. Sonra burada başqa nə əmrlər var? Baxın, gəlirəm yuxarı. Məsələn, seçdim bunu. Baxın, ölçünü böyütmək üçün, ölçünü kiçiltmək üçün. Sonra var burada bunun yenə formatını dəyişmək, sözlərin formatını dəyişmək. Məsələn, deyirəm ki, bu sözü seçdim. Buradan gəlib bunun şriftini dəyişə bilərəm, şriftinin növünü dəyişə bilərəm. Buradan hər hansı birini seçməklə. Burada bu rənglər nədir? Biri var, biz seçdiyimiz sözün ümumi, yəni seçdiyim sözü rəngləyim. Bax, sözü rəngləyim. Demirəm ha, hərfləri rəngləmək. Sözün seçdiyim hissəsini rəngləmək. Baxın, seçdiyim ancaq hissəni rəngləyir. Fikir verin, sözlərin özü qaradır da, qara rəngdə hərflər qalır. Amma hərflərin rəngini dəyişmək istəyirəmsə, baxın bu hissədən dəyişəcəm. Fikir verin, ancaq hərflərin rəngi dəyişir. Deməli, bu seçdiyim hissəni rəngləyir. Bu isə sırf hərflərin rəngini dəyişir. Bu isə nədir? Burada olan pozan işarəsi. Pozan işarəsi formatını silməkdir. Baxın, burada müəyyən formatlar var. Burada nəyi sildi? Üzərində apardığımız formatlama işlərini sildi. Amma nə xaric? Rəngləmə hissəsi xaric, digər hissələrin formatlarını sildi. Bir də burada ən önəmli hissələrdən biri, bu hissələrə diqqət eləməkdir. Sentence case nədir, lower case nədir, upper case nədir, bunlar nədir? Bir də bura söz yazıram aşağıya. Gəlirəm aşağıya, bir dənə söz yazacağım. Yazıram informatika. İnformatika. İndi mən bu informatika sözün, informatika kitabı yazaq bura. Kitabı. Gəlirəm bu sözümü seçirəm. Seçdim. Sentence case eləyəndə fikir verin nə baş verdi. Baxın, əvvəlcə informatika kitabı hər ikisi nə idi? Söz birləşməsində hər ikisi də kiçik hərflə başlayır. Amma mən buradan sentence case əmrini icra etməklə bunun sadəcə baş hərfini böyütdü. Dən fikir verin. İnformatikadakı i böyük qaldı, digəri kiçik. Yəni normalda biz yazda necə yazırıq? Odur. Bəs yaxşı, mən bu sözü seçib lower case eləsəm, lower case yenə bütün hərfləri kiçik formatda yazacaq. Baxın, lower case-lərdən bütün hərfləri kiçik formata keçirdim. Amma mən burada upper case eləsəm, upper case bütün hərfləri böyük rejimdə yazacaq. Baxın, bütün hərflərim keçdi böyük rejimə. Bir də burada capitalize each word var. Bu nədir? Bu sadəcə söz birləşməsini indi düşünün, informatika kitabı. Bunun hər ikisində də ilk hərflərini böyüdəcək. İnformatikadakı i-ni böyüklə yazacaq, kitab sözündəki k-ni böyüklə yazacaq. Baxın bir dənə. Fikir verin, informatika kitabı i-ni böyütdü və k-ni. Yəni, sözlərin içərisindəki birinci hərfi böyüdür. Capitalize each word. Zaten bunların üzərine baxanda özləri də bunların üzərində göstərir. Toggle case nədir? Toggle case ilk hərfi kiçik yazır, digər hamısını böyük yazacaq. Baxın, ilk hərfləri kiçik yazır, qalan hamısı böyük olduğu kimi. Bu da font başlığımıza aid olan əmrlər. Burada nəsə kiminsə sualı var? Sualınız varsa verin. Yaxşı, sualımız yoxdur. Onda keçirik paragraf başlığımıza. Paragraf, bu arada burada deyə bilərsiniz ki, bəs bunlar nədir? Bunları demədim. Baxın, burada kiçik ox işarəsi görürük. Bunlar həmin bu hissələrimizin, məsələn, clipboard, lent qrupumuzun elə bil dialoq pəncərəsi kimi düşünün. Dialoq pəncərələridir. Bunun elə bil daha dərin parametrlərini göstərən hissədir bu açdığımız hissə. Bir dənə fikir verin, clipboard hissəsinə mən bu kiçik hissəni vuran kimi gəldi nəyi yadda saxlamışdıqsa, fikir verin, bu biliklər sözünü ən sonuncu dəfə yadda saxlamışdıqda, düzdürmü? Ən sonuncu dəfə yadda saxladığımızı gəlib yerləşdirir bu klip bu arada. Bir də biz yadınıza gəlir, əvvəlki dərslərdə demişdik ki, ümumiyyətlə win plus v düyməsini, bir dənə bunu düzəldim dilini. Deməli, win v. Niyə açılmır burada? Aha, açıldı. Win və düyməsini vurmaqla biz eyni zamanda mübadilə buferini də aça bilərik. Dən fikir verin. Bayaq biliklər sözünü ki, kopyalamışdım ha. Yəni kopyaladığımız
Sürətini götürdüyümüz hər şey eyni zamanda mübadilə buferində də gəlib saxlanılır. Mübadilə buferini əvvəlcə də demişdim sizə. Mübadilə buferini ümumiyyətlə açmaq üçün win düyməmizdən plus V düyməmizdən istifadə edirik. Bu da belə. Sonra gəldik, bunu bağlayırıq. Deməli, fond başlığımızda da yenə bunun da dialoq pəncərəsi var. Bir dənə fikir verin dialoq pəncərələrinə. Dialoq pəncərəsində önəmli hissələrdən biri var burada. Nədir o önəmli hissələrdən biri? Ə, Məsələn, burada var hidden. Hidden hissəmiz. Demək, hidden-dan nə deməkdir? Bax, gəlirəm, bir dənə söz seçirəm. Diqqət edin bura. Məsələn, baxın, bu kəsmək sözünü seçirəm buradan. Kəsmək. Mənə desə ki, ümumiyyətlə, Word-da olan hər hansı bir sözü necə gizlətmək lazımdır? O şəkildə gizlətmək lazımdır ki, birinci növbədə sözü seçirik. Hardan? Home tabımızdan. Home tabımızda hansı lent qrupunda? Font lent qrupunun dialoq pəncərəsindən. Biz bunu yerinə yetirəcəyik. Birinci sözü seçdik. Sözü seçəndən sonra, baxın, buradan bu işarəni vurdum, açıldı bunun dialoq pəncərəsi. Fikir versəz, burada hidden sözü var. Hidden. Hidden'ı vursam, okey vursam, seçdiyim söz nə oldu? Gizləndi. Bu arada bu tipli suallar da düşürəm. Məsələn, sözlərin gizlənməsi hansı lent qrupundan və yaxud da hansı tabdan yerinə yetirilir? Təbii ki, home tabı font lent qrupunun içərisində olan hidden hissəsindən. Bəs deyə bilərik ki, onda sözü necə geri qaytaraq? Ctrl-Z əmrini vurmaqla, Ctrl-Z əmrini vurmaqla sözümü geri qaytardım. Onda gəlin burada bir dənə də qısa yol yazaq. Ctrl plus Z bir addım əvvələ bir addım əvvələ əmrimizi icra edir. Bir addım əvvəl əmr. Əslində bu da var. Ctrl plus Y da var. Bir addım sonraya. Bir addım sonra. Baxın, bir addım əvvəl elədim. Bir addım əvvələ Ctrl-Z vasitəsilə, bir addım sonraki prosesə keçmək istəyirəmsə, Ctrl-Y əmrindən istifadə edirəm. Hidden hissəsində bildik. Burada da elə bu bayaqçılardır. Baxın, məsələn, gəldim bir dənə də buradan bir şey icra edeyim. Yenə bir dənə söz seçirəm. Məsələn, kəsmək sözünü yenə seçirəm. Kəsmək. Gəlirəm buradan double streak through vurdum. Double streak through neyniyəcək? Streak through ümumiyyətlə üstdən xətt çəkməkdir. Double streak through eləyəndə üstündən 2 qat xətt çəkir. Double nədir? 2 qat deməkdir, düzdürmü? Yəni burada bizim əlavə əmrlərimiz var. Burada olmayan əlavə əmrlərimizi biz buradan təyin edə bilərik. Baxın, superscript var, subscript var, small caps, all caps, yəni istədiyimiz əmrləri biz buradan yerinə yetirə bilərik. Baxın, burada hamısını göstərir. All caps etsək nə olar? Small caps etsək nə olar? Superscript eləsək nə baş verər? Subscript eləsək nə baş verər? Hamısını buradan görə bilərik. Sonra gəldik, görək. Bu bizim font başlığımızla bağlı olan hissələrimiz. İndi gəldik paragraf başlığına. Paragraf başlığı nədir? Ümumiyyətlə, paragraf sözün özü ingiliscə tərcümədə abzas mənasını verir. Abzas. Biz paragrafda deyirik, abzasda deyirik də, Azərbaycan dilində abzas deyilir. Deməli, bizim abzaslarımızla bağlı olan hissələrimiz yerləşəcək paragraf, lent qrupumuzun içərisində. Görək, abzaslarla bağlı nələr bilməliyik burada? Deməli, bir dənə gələk bura. Yəni, bu hissəni seçim. Gəldim, sözlərim yox. İndi deyirəm ki, görək abzaslarla bağlı burada nələr ola bilər. Bir dənə fikir verin. Burada ilə buradan başlayıram. Mausumun işarəsinə fikir verin, hardan danışırıq. Deməli, baxın, burada 4 dənə belə bir hissəmiz var. Bu, abzasların düzləndirilməsidir. Abzasların düzləndirilməsi. Görək, abzasların düzləndirilməsi deyəndə nə nəzərdə tutulur? Məsələn,
Mən seçdim. Baxın bu mətnimi buradan başlayaraq axıra qədər seçirəm. Deyirəm ki, mən baxın align left. Left ingilis dilindən tərcümədə nə deməkdir? Sol deməkdir. Bu bizim abzasımızı sola düzləndirəcək. Vurdum. Həqiqətən də fikir versəz, abzasın sol tərəfi düppələm düz şəkildədir. Amma sağ tərəfində müəyyən qarışıqlıq var. Deməli, bu bizim abzasımızı hara doğru düzləndirib? Sola doğru düzləndirib. Amma mən gəlib align right. Right nə deməkdir Azərbaycan dilinə tərcümədə? Sağ deməkdir. Bu da necə bizim abzasımızı sağa düzləndirəcək? Bir dənə fikir verin. Sağ tərəfi düz şəkildədir. İndi də sol tərəfi qarışıqdır. Bu oldu sağdan düzləndirmə. Mən desəm ki, gəlib bunu seçmək istəyirəm. Center sözünü. Centerın özü nə deməkdir? Mərkəz deməkdir da. Sentr eləsəm, sözü gətirəcək, daha doğrusu bizim ifadələrimizi gətirəcək mərkəzə, amma tam mərkəzə yerləşdirmir da. Həm sağ tərəfi qarışıqdır, həm sol tərəfi qarışıqdır fikir versəz. Amma yenə də mərkəzdədir mənim ifadəm. Bir də var ki, mərkəzə tam düzləndirmə. Mərkəzə tam düzləndirmə baxın burdadır. Söz mərkəzdədir, həm sağdan, həm soldan düzlənir. Amma mərkəzdə daha, yəni sağla soldan qarışdırmayın. Deməli, mərkəzə tam düzləndirmə oldu baxın bu hissədən. Sadəcə mərkəzə düzləndirmə oldu bu hissədən, sola düzləndirmə, sağa düzləndirmə. Deməli, biz bunlar üçün də nələr yaza bilərik? Qısa yollar yaza bilərik. Deməli, align left. Left sözümüzdən yadımızda saxlayırıq ki, bunun qısa yolu Ctrl plus L olacaq. Və bu nədir? Deyirik, sola düzləndirmə. Sola düzləndirmə. Desəm ki, align right nə olacaq bizim? Ctrl R hərfimizdən yadımızda saxlayırıq ki, Ctrl plus R. Yəni böyük kiçik hərf fərqi yoxdur. Yəni böyük də ola bilər, kiçik də ola bilər. Ona görə narahat olmayın. Bu da oldu bizim sağa düzləndirməmiz. Sağa düzləndirmə. Center sözündən yadda saxlayırıq ki, amma Ctrl-C formasına verə bilmərik. Ctrl-E ilə verə bilərik, ikinci hərfi ilə verə bilərik, yadda saxlaya bilərik daha doğrusu. Niyə Ctrl-C ilə verə bilmərik? Çünki artıq biz Ctrl-C-ni axı kopyalamaq əmrində istifadə eləmişik. Biz bunu onda verə bilərik maksimum Ctrl-E ilə. Yəni E ilə verilir daha doğrusu. Bu da nədir? Mərkəzə düzləndirmə. Mərkəzdə düzləndirmə. Bir də var justify sözü. Bu Ctrl J. Bu mərkəzə tam düzləndirmədir. Mərkəzə, yenə mərkəzə düzləndir. Amma mərkəzə tam. Bu hissəyə fikir verin. Tam düzləndirmə. Bu bizim abzaslarımızı düzləndirmək üçün istifadə etdiyimiz hissələr. Yəni, görək abzaslarla bağlı burada başqa nələr var. Baxın, burada abzasların artıq nömrələnməsi var. Abzasların nömrələnməsi və nişanlanması hissələri var. Abzasların nişanlanması nədir? Baxın, burada abzaslar var. Fikir verin. Bax, bunun özü bir abzasdır, bunun özü bir abzasdır, bunun özü bir abzasdır. Mən, məsələn, 3 dənə abzası seçdim. 3 dənə abzasın hər birinin qarşısına, məsələn, nişan qoymaq istəyirəm. Gəlirəm, bax, buranı seçirəm. Bu hissədən abzasların qarşısına istədiyim nişanları qoya bilərəm. Bəlkə də böyük ehtimal testlərdə filan da qarşılaşmışsınız belə şeylərlə. Baxın, istədiyim nişanı qoya bilərəm. Və yaxud da hamısını seçməyimə də ehtiyac yoxdur. Bir dənə abzas seçərəm, bir dənə abzasın qabağına da qoya bilərəm. Denə fikir verin. Məsələn, mən bunu qoymaq istəyirəm bura. Qoydum. Gəldim. İstədiyim nişanı bu arada qoya bilərəm. Yəni fərqi yoxdur. Burada bir dəqiqə baxaq burada. İndi bir dənə fikir verin. Burada baxın bu nişanları qoyduğumuz hissədə define new bullet var burada. Bu nədir? Deyir ki, qoyduğun nişanın istiqamətini biraz dəyişə bilərsən. Abzasın qarşısına qoyduğun nişanın istiqaməti. Deyir ki, məsələn, nişanın istiqamətini biraz sol tərəfə qoya bilərsən, biraz sentra qoya bilərsən. Baxın, nişanları bir dənə fikir verin, burada necə dəyişir. Və yaxud deyir ki, qoyduğun nişanı biraz sağ tərəfdən məsafəsi dəyişilər, sol tərəfdən məsafəsi dəyişər. Məsələn, gəlirəm, seçirəm, center. OK, vururam. Bir dənə fikir verdiniz, nişan işarəsi gəldi sentra mərkəzə.
Yəni bu da sağa, sola, mərkəzə nişanların işarəsini dəyişmək üçündür. Nişanlama işimizi apardıq. Baxın bu hissədən. Bunu bu arada yadınızda da saxlayın. Görsəl olaraq da, yəni vizual olaraq da yadınızda saxlayın ki, məsələn, müəyyən hissəni kəsib yapışdırıb qoyarlar sualın içinə. Deyəcək ki, bunu biz hardan, məsələn, hansı lent qrupundan eləyirdik? Hansı lent qrupunda yerləşir bu əmr? Və ya hansı tabda yerləşir? Ona görə bunu göz yaddaşı ilə da yadınızda saxlayın. Sonra baxıram burada da abzasların nömrələnməsi var. Nömrələnmə müxtəlif cür ola bilər. Abzasların rəqəmlərlə də nömrələnmə ola bilər, hərflərlə də ola bilər, rum rəqəmləri ilə də ola bilər və sair digər formalarda da ola bilər. Yəni məsələn müəllimlər test hazırlayanda o 1 2 3 və ya da A B C D Y qoyurlar. Bax buradan istifadə edərək onları tənzimləyə bilirlər. Məsələn mən deyirəm ki, baxın, bax bu 4 dənə hissəyə mən 1, 2, 3, 4 sıralamasını qoymaq istəyirəm. Sıralamanı qoymaq üçün baxın, vursam sıralayacaq. Və yaxud da bu şəkildə. Və yaxud da ABCD, kiçik ABC. Bu formalarda olar. Bir də var burada nömrələmədən başqa bu hissəmiz nədir bunlar? Baxın. Deyir, yəni seçdiyin hissələri bu şəkillərdə də nömrələyə bilərsən. Bilirsiniz bunlar nədir? Bu şəkillərdə nömrələmə. Əsasən bəlkə də qabağınıza çıxıbdır. Məsələn, deyir bir başlığı, bir də bir başlığın içərisində olur 1.1 başlığı. Onun içərisində olur 1.1.2 başlığı. Bax, onları biz bu hissədən təyin edə bilərik. Biz onu aktiv eləmək lazımdır. İndi bizdə aktiv deyil kompüterdə. Məsələn, mən tutaq ki, bura 1 qoymuşam, düzdürmü? Mən bunu enteri normalda vuranda bu mənə verməli idi 1.1 başlığı. Bir dənə enteri vuranda bu mənə verməli idi 1.1.2 başlığı. Yəni bu bizim bu prosesimizi yerinə yetirir. Belə yadda saxlayın ki, baxın, şəkillə yadınızda saxlayın. Alt-alta nömrələnmə verir bizə. Baxın. Bu formada bunları da dəyişə bilərik. Bu belə. Sonra nələr var burada? Baxın, burada önəmli hissələrimizdən də biri bu abzaslarla bağlı abzasların sağa sola çəkilməsi. Bir dənə abzas seçirəm. Məsələn, baxın bu abzası seçdim. Bunu vursam, abzasımı sağa doğru məsafəsini artıracaq. Bunu eləsəm, sola doğru məsafəsini azaldacaq. Bax, sırf bu abzasdan söhbət gedirsə, hansı abzası seçirəmsə, o abzasdan bağlı prosesimi yerinə yetirir. Baxın, bu pisi abzası seçdim. Bu abzası sağa sola çəkə bilirəm. Abzasların sağa sola çəkilməsi. Sonra, məsələn, deyirəm ki, ikisini bir yerdə seçdim. İkisini bir yerdə seçib, ikisini birgə çəkəcək. Yəni, abzasların məsafəsini sağa sola doğru bu formada dəyişə bilərik. Bu belə. Bu da nə adlanır? Deməli, bu adlanır bizim decrease indent. Bu da increase indent hissəmiz. Bunları deyəndən sonra bir də ümumiləşdirəcək bunları. Bunları hələ belə başa düşün. Deməli, bir də burada fikir versiniz, burada məsafə söhbəti var. Bu nədir? Bunun adı spacing, daha doğrusu line and paragraph spacing. Bu nədir? Line and paragraph spacing. Yəni bu deyir ki, sətirlər və abzasların boşluqlarını təyin etmək üçündür. Aralarındakı boşluğu təyin etmək. Sətirlər və abzasların ara boşluğunu təyin etmək. Məsələn, deyirəm ki, 2 dənə abzası seçdim. 2 dənə sətrimi seçdim. Sətr də demiyorlar, abzas da demiyorlar da. Bax, bunun özü bir sətr sayılır. Bunun özü bir sətr. Eyni zamanda bunun özü bir abzas, bunun özü bir abzas sayılır. Mən deyirəm ki, bu ikisini seçdim. Bunlar arasındakı məsafəni artırmaq və yaxud da azalmaq istəyirəm. Burada özü hazır rəqəmlərdə verir. Baxın, məsələn, deyirəm ki, 1.5 eləsəm, fikir verin bunların arası məsafəsi necə dəyişir. Aralarının məsafələri. Deməli, nə oldu? Sətirlər və abzaslar arası məsafəni, yəni boşluğu təyin etmək üçün line and paragraph spacing əmrindən icra edə bilərik. Məsələn, baxın burada bu formada. Bu eləyəndə heç deyir ki, yəni arasında boşluq qoymur, remove eləyir, boşluğu silir. Və yaxud da deyir add space before paragraph, deyir ki, məsələn, paraqrafın arasına boşluq əlavə edir. Belə. Sonra burada vedrə işarəsi görürük. Vedrə işarəsi nədir? Seçdiyimiz hissənin rəngini dəyişmək üçündür. Məsələn, mən deyirəm hal-hazırda kursorum bu abzasımdadır və yaxud da bu sətrimdədir deyə bilərəm. Həmin sətri rəngləyir. Nə fikir verin?
Və yaxud da mən gəlib kursoru bura qoysam, deyəcəm ki, gəlsin, buranı rəngləsin. Yəni abzasların və yaxud da sətirlərin nömrələnməsi, daha doğrusu rənglənməsi üçündür. Burayla qarışdırmırıq ha. Bu ümumiyyətlə seçdiyimiz sözün rənglənməsi idi. Seçdiyimiz sözlərin rənglənməsi. Bu hərflərin rəngini dəyişməkdir. Bu isə ümumilikdə həmin abzasın, həmin sətrin rənglənməsi üçün, seçmədik. Rənglənməsi üçündür. Baxın, bu formada rəngləyir. Bu da belə. Bu da rənglənməklə bağlı olan hissəmiz. Sonra nə var burada? Burada var bizim bordurlarımız. Bu nədir bordur? Məsələn, deyirəm ki, baxın, gəlirəm buradan bu hissəni seçirəm. Bordur nə deməkdir? Yəni, kənar sərhədlərə xətlər əlavə etmək. Bottom border eləsə, seçdiyimiz hissənin bottom nə deməkdir? Aşağı. Aşağısına bir xət əlavə edirik. Top border desək, seçdiyimiz hissənin üstünə xəttimizi əlavə edirik. Left desək sağına, right desək right desək sağına, left desək soluna. No border eləsək, heç bir şey əlavə etmirik. All border eləsək, seçdiyimiz hissəni ümumilikdə çərçivəyə deyəndə daha doğrusu cədvəl halına salır. Sonra outside border eləsək, outside nədir? Yəni sırf kənarlarını haşiyəyə alacaq. Inside eləsək, sırf içərisində xəttlərimi eləyəcək. Yəni bunların hər birinin özünə məxsus funksiyaları var. Nədir? Sərhəddimizə içərisinə ola bilər, sağına ola bilər, soluna ola bilər və s. Nədir? Xəttlərin əlavə edilməsi. Baxın, üzərinə gəlir borders əmridir, təbii ki. Bu da belə. İndi yuxarıda olan hissələrimizə diqqətlə baxırıq. Bu A-dan Z-ə və bu hissəmiz nədir? İndi belə bir şey yazacağam mən bura. Məsələn, rəqəmləri yazacağam. Yazacağam ki, 5, qarışıq rəqəmlər yazacağam alt-alta. Yəni, bu məsafəni düzəldim burada. 1, 2, ardıcılıqla yazmayaq da 3, 1, 5, 15, 17, 4, bir də 22. Daxil elədim. Baxın burada, bu əmr nədir ümumiyyətlə? Bir dənə sileyim. Bu hissəni seçirəm. Seçdim. Baxın bu, vuranda mənə belə bir hissə atır. Ascending var, descending var. Ascending ilə descendingin fərqi nədir? Ascending qarışıq olan sıranı azdan çoxa doğru sıralayır, azdan çoxa doğru. Və yaxud da əlifbadan götürsək, əlifbada A-dan Z-ə doğru sıralayır. Amma descending eləsək, çoxdan aza və yaxud da əlifbada Z-dən A-ya doğru sıralayır. Gəlin ascending əmrini icra edək. Ascending əmrini icra elədim. Baxın, 1, 3, 4, 5, 15, 17, 22. Azdan çoxa doğru sıraladı. Mən bura hərflər daxil etsəydim, hərfləri A-dan Z-ə doğru sıralayasıydı. Və yaxud da mən gəlirəm burada, ascending yox, descending əmrini icra edirəm. Descending əmrini icra edib, OK vursam, çoxdan aza doğru sıralanmış oldu. Baxın, bu da A-dan Z-in funksiyası. Bu da belə. Sonra bir də burada önəmli hissələrimizdən biri və demək olar ki, suallarda, yəni ümumi olaraq düşən suallardan biridir bu pi var, buradakı pi. Bu nə funksiyasını yerinə yetirir? Pi ümumiyyətlə çap edilməyən simvolların sayını, boşluqların sayını bildirmək üçündür. Nədir? Çap edilməyən simvolların sayı və boşluqların sayını bildirmək üçündür. Necə bir funksiyası var? Məsələn, gəlirəm pi-ni vururam. Fikir verin. Pi-ni vuran kimi, məndə bura gəldi pi-lər əlavə elədi. Bu nədir? Yəni, deyir ki, harada boşluqlarım var? Harada çap edilməyən simvollarım var? Məsələn, deyək, baxın, gəlin belə başa salım sizə. Deyirəm ki, baxın, bura qoydum kursorumu. Bura qoydum kursorumu. Aşağı belə boşluqlar əlavə edirəm. Amma mən bunun arasında bu boşluqları əlavə elədikcə bilmirəm axı mən bura nə qədər boşluq əlavə elədim. Onu gözlə belə saya bilmirəm. Amma mən gəlib pi-ni vursam,
Pi bura işarələr qoyur. Deməli, mənim neçə dənə boşluğum var? Artıq mən rahatca görə bilirəm. 1, 2, 3, 4, 5. Deməli, mən bura 5 boşluq əlavə etmişəm. Bunu rahatca görə bilirəm. Deməli, boşluqların sayını bildirir. Bir də nələri bildirir? Məsələn, baxın. Align right sözündən baxaq. Align ilə right-ın arasında bir dənə belə nöqtə qoyub. Bu nə deməkdir? Bir nöqtə qoyubsa, bu o deməkdir ki, bu iki söz arasında bir boşluq var. Bir boşluq. Məsələn, mən bilmərəm, gələrəm bunun arasına bir dənə də boşluq əlavə edirəm. Məsələn, mən bunu yığışdırsam buradan, fikir verin. Məsələn, deyirəm ki, align right, görürsüz, birdən gözdən qaça bilər ki, mən normalda belə olmalıdır da, düzdürmü? Bir-birinə bir dənə boşluqla ayrılmalıdır. Amma mən məsələn əlim dəyib iki dənə boşluqla ayırmışam, amma mən bunu məsələn rahat gözlə görə bilmirəm da, fikrimdən yayınır. Mən bunu gözlə görmək üçün gəlib bunu vurmalıyam. Baxıram ki, hə, iki dənə boşluq buraxmışam burada. Onu buradan düzəldirəm. Yəni bir sözlə pi nə oldu? Çap edilməyən simvolların sayı, yəni simvolların sayını göstərdi. Eyni zamanda boşluq simvollarının sayını da bildirir. Bu da belə. Ee, Bu da bizim paraqraf başlığımızla aid olan bu içərisindəki əmrlərdir. Gəlin dialoq pəncərəsini açaq. Görək dialoq pəncərəsində nələr var. Bunu yığışdıraq buradan. Bir dənə fikir versək, paraqraf başlığının dialoq pəncərəsini, paraqraf lent qrupunun dialoq pəncərəsini açanda özü burada bir dənə söz göstərir. Mən burada prosesləri icra elədikcə bu sözün necə dəyişdiyini buradan rahat görə bilərsiniz. Məsələn, baxın, center eləyən kimi, demək, sözün sentra gəlməyi, mərkəzə gəlməyidir. Left eləsəm, sözün sol tərəfə sürüşməyidir. Right eləsəm, sağ tərəfə sürüşməyidir. Justified eləsəm, bura gəlməyidir. Sonra burada, baxın, intonation var. Neyinir? Bunun bu bayaqları yuxarıda sizə dedimi, abzasların sağa sola çəkilməsi. Sadəcə abzasın sağa sola çəkilmə məsafəsini göstərir. Baxın, azaldanda bu formada. Yəni bizim sol tərəfdən nə qədər məsafədə uzaqlaşırıq, nə qədər məsafədə boşluq var. Və yaxud da sağ icra eləməyək, düşək. Aha, left tərəfdən nə qədər boşluğumuz var, onu göstərir. Gəlin bunu düzəldək. Çünki bizim sözümüz sol tərəfdən uzaqlaşır. Əgər sözümüz sağ tərəfdə olsaydı, biz onun sağ tərəflə məsafəsini rahat, məsələn, baxın, buradan eləməklə bunun sağ tərəfdən məsafəsini. Hal-hazırda sözümüz sol tərəfdən yazıldığı üçün, təbii ki, sözlərimizə baxın, sol tərəfdən yazılıb. Sol tərəfdən yazıldığı üçün biz onun sol tərəfdən abzasının məsafəsini təyin edirik. Bir də var spacing hissəmiz. Yenə bunu düzəldim buradan. Hı -hı. Baxın bir dənə. Bu bizim, bu spacing nə idi? Boşluqdur. Yəni deyir ki, bu seçdiyimiz hissənin digər hissələrindən boşluğunu təyin etmək üçündür. Boşluğunu təyin etmək üçün. Yenə burada baxaq, bu işləyirmi? Burada işləyir, düzünü desək. Burada işləmir. Bir də buradan baxa bilərik. Baxın, deyir, nə qədər boşluq olsun? Double, 2 qat boşluq. 1.5 line qədər boşluq. Yəni, bu, burada etdiyimiz funksiyanı yerinə yetirir. Sadəcə, bunun dialoq pəncərəsindən də deyir, edə bilərsiniz. Burada dediyimiz funksiyadır. Baxın, bunun funksiyalarıdır. Burada prosesləri yerinə yetirdiyi eyni funksiyaları yerinə yetirir. Sadəcə, burada daha dərin funksiyalardır bu. Elə yadınızda saxlayın ki, bunlar bunun daha dərin funksiyalardır. Burada başqa bir şey yoxdur. Bir də dediyim kimi, bunları belə açdıqca, bunların dialoq pəncərəsində yadınızda saxlayın. Yəni, hansı hissə hansına aiddir, hansı lent qrupuna, hansı taba aiddir, onları yadda saxlayırıq. Keçdik, artıq Styles-a çox bir şey deməyəcəm Styles hissəsindən. Çünki Styles-la bağlı dəhşət sual düşdüyünü görməmişəm. Gəlirik editing hissəsinə. Editing hissəsindən amma danışacağıq biraz. Editing nədir? Baxın, içərisində 3 dənə əmr saxlayır. Bu editing lent qrupu içərisində 3 dənə əmr saxlayır. Find, replace, select əmrləri. Find nə deməkdir? Find tapmaq əmrimizi yerinə yetirir də, düzdürmü?
Find'ın içərisində fikir versəz, find, bir də go to əmrlərimiz var. Find və go to əmrlərimiz var. Find nədir? Find'i vursam, mənim sənədimin içərisində hansı sözü axtarıramsa, onu bura qeyd edəcəm. Baxın, açılan bu hissədən yazıram ki, informasiya sözlərini axtarmaq istəyirəm. İnformasiya. Fikir verin, informasiya sözü deyir ki, iki dənə nəticə var. Baxın, two results. İki dənə deyir nəticə var. Deyir informasiya sözünü bir burada tapdı. Bir də bax sarı ilə işarə edib ki, bir burada tapdı. Demək, find nədir? Axtardığımız hissələri söz ola bilər, hərf ola bilər, axtardığımız hissəni tapmaq üçün. Və yaxud da məsələn i hərfini axtarım. Deyir i hərfinə aid 96 dənə nəticə var. İləri burada hamısını sarı ilə işarə edib. Bax, find'in funksiyası bundan ibarətdir. Bir də bizim find'ımızın qısa yolu nədir? Ctrl plus F bizim find'ımızın qısa yoludur. Bir də go to nədir? Go to da məsələn düşən suallar arasındadır. Aha. Deməli, go to da bizim düşən suallarımız arasındadır. Go to nədir? Məsələn, deyək ki, bizim sənədimiz hal-hazırda baxın, neçə səhifədən ibarətdir? Aşağıya baxın. Page 1 of 2 var burada. 2 səhifədən ibarət bir sənədimiz var. İndi bizdə azdır sənədimizin səhifəsi. İndi birazdan çoxulanı da başa salacağam. Sənədimizin səhifəsi, məsələn, deyirəm ki, hal-hazırda birinci səhifədəyəm. Mən deyirəm ki, plus, baxın bu açılan hissə var, ha, qotuda bax, bu açılan hissəyə. Plus, plus 5 yaz, plus 2 yazsam, sağ. Demək, plus 2 yazsam, mən hal-hazırda birinci səhifədəyəmsə, plus 2 yazsam, normalda gedib üçüncü səhifəyə çıxmalıydı da, düzdürmü? Amma mənim sənədim sadəcə 2 səhifədən ibarətdir. Təbii ki, 2 səhifədən ibarətsə, mən ora artıq rəqəm daxil etsəm belə, gedib ən sonuncu səhifəm hansısa onda da dayanacaq. Ən sonuncu səhifəmdə dayanır. Məsələn, mən bunu plus 2 eləsəm, qotunu vursam, gedib elə hansı səhifəmə çıxacaq? Deyir ki, elə gedib ikinci səhifəmə çıxacaq. Ya fərqi yoxdur. Mən bura hansı ədədi yazıramsa yazım. Məsələn, 3 yazsam, 3 3 yox, plus 3 yazsam, plus 3 yazsam, bu gedib yenə qoltuğunu vursam, mənə hansı səhifəyə çıxardacaq? Yenə deyəcək ki, ikinci səhifəyə çıxacaq. Buna aid bir dənə suala baxaq istəyirsinizsə, məsələn, gəlirəm testlərimə. Görüm o hansı sualların içərisində var. Deməli. Bəlkə gözümdən qaçır, bir dənə baxım görüm. Bəlkə də gözümdən qaçır. Hansısa sualda var idi, görmüşdüm burada. Tapanmasaq özümüzdən yazarıq bir dənə. Nəsə, bunu görmədim. Yəqin ki, hardadırsa gözümdən qaçır. Özümüzdən də yaza bilərik. Bir dənə də ümumi belə axtarım. Yoxdursa, yazaq özümüz. Editing. Burada yoxdur. Gəlin özümüzdən bir dənə yazaq. Deyirəm ki, məsələn, səhifəm, yəni sənədimin səhifəsi ümumi 20 səhifədən, 20 yazmayaq, biraz az yazaq. Məsələn, yazaq
Səhifə ümumi. Bu sualı tapsaydım çox yaxşı olardı. Maraqlı sual idi. Yaxşı, deyək ki, səhifəm ümumi 20 səhifədən ibarət. Mən deyirəm ki, mən cari səhifəm, yəni hal-hazırda olduğum səhifə ə, 10-cu səhifədir. Mən deyirəm ki, go to pəncərəsindən, go to go to əmrindən plus 25 vursam. Baxın, go to 25. Hansı səhifəyə gedər? Hansı səhifəyə gedər? Cavab verə bilərsiniz. Səhifəm ümumi 20-dir. Cari səhifəm 10-cu səhifədəyəm. Go to plus 25 vururam. Hara gedər sizcə? 25-ci səhifəyə. Sizcə mənim sənədimdə 25-ci səhifə varmı? Səhifəm 20 səhifədir ümumilikdə. Aa, Mhm. Elə, baxın, onun üstünə normalda 25 gələndə mən gedib 35-ci səhifəyə çıxmalıydım. Baxın, 35-ci səhifəyə çıxmalıydım. ondan Amma mənim səhifəm axı elə ən sonuncu səhifəm 20-ci səhifədir. Mən necə gedim 35-ə çıxım? Elə demək gedib harda dayanacaq? Neçənci səhifədə dayanacaq? 20-ci səhifədə dayanacaq. Digərləri başa düşdü bunu? Əgər aşırsa səhifələrimin sayını, aşıb o biri rəqəmi götürə bilmərəm. Ən sonuncu səhifəm neçədirsə onu da götürməliyəm. Və buradan sualı olan varsa versin. Bunlar çox düşür ha sualların içərisində. Amma mən gəlib məsələn, bura rahatlıqla məsələn 25 yox, e, 9 yazsam, 9 yazsam, təbii ki, gedib hansı səhifəyə çıxacaq? 19-cu səhifəyə çıxacaq. 19-cu səhifəmdə var da 20 səhifənin elə bil 20 səhifədən bir əvvəlki səhifəm 19-cu səhifədir. Alınacaq. Və yaxud da bunun çıxma işarəsi də var. Ha? Məsələn, mütləq deyil ki, plusla olsun. Çıxma da var. Məsələn, yazar ki, aha. Demək, bura yazar, məsələn, çıx 9. Təbii ki, 10-cu səhifədəyəmsə cari olaraq. Çıx 9 eləsəm hara gedəcək? Gedəcək birinci səhifəyə. Birinci səhifəyə gedəcək. Və yaxud da ola bilər ki, çox çıxın. Məsələn, 10-cu səhifədəyəm, 10-cu səhifədən 15-ci səhifəni çıxım. Təbii ki, yenə ən əvvəlinci səhifənin nömrəsi neçədir? Birinci səhifədir. Elə ən əvvələ gedib dayanacaq birinci səhifədə. Yəni budur. Burada çətin bir şey yoxdur. İndi o sualı da tapa bilsəydim yaxşı olardı. Biraz fərqli sual idi, amma gözümdən qaçır, ya hardadısa başa düşmədim mən onu. Amma burada sualların arasında var idi axı. Biraz daha fərqli idi. Bir də axtarım görüm. Səhifələrlə bağlı. Yox, bu deyil. Evet. Hə. Evet. Konteyner söndürəndə şey var, şkafdan bab var. Hansı o bayaq ağ şkaf var idi. Bəli, oldu. Onu şeyin içərisinə qoyaram. Hı, sən Yaxşı, tamam. yaxşı. Deməli. Nəsə, yoxdur, eybi yox. İndi qarşınıza o sual çıxsa, əgər yaza bilməsəz, valla burada gözümdən qaçırmı, yoxsa hardadır, tapa bilmədim. Əgər o sual qarşınıza çıxdı, gördünüz ki, yaza bilmirsiniz, ya mənə, ya qrupa yazın, mən onu cavablandıracağım. Burada yəni gözümdən qaçır, ya da ki, o suallardan yığışdırmazlar yəqin ki onu. Adi buradadır, tapdım. Baxın. Hə, 87-ci sual. Tapdım. Deməli, 87-ci sualda yenə fikir verin. Deyir ki, 13 səhifəlik sənədin cari səhifəsinə Go to dialoq pəncərəsinə keçid sahəsinə birinci plus 6, sonra çıx 3 əmrləri ardıcıl yerinə yetirildikdə gəlib sənədin 5-ci səhifəsinə keçid edir. Deməli, mən bilmirəm hansı səhifədəymişəm. Bax, X səhifədəymişəm. X-ci səhifədəymişəm. Deyir, bir gəlib plus 6 əmrini icra edir. Plus 6. Bir də deyir, çıx 3 əmrini icra edir. Və gəlib neçənci səhifəyə keçid edir? Bərabərdir 5-ci səhifəyə keçid edir. Təbii ki, bu nə olacaq? X 3 bərabərdir 5.
və x deməli neçənci səhifəm imiş? İkinci səhifəm imiş. İkinci səhifə. Deməli, mən ikinci səhifədəymişəm. Birinci plus 6 vurmuşam. Getmişəm 8-ci səhifəyə. Sonra 8-dən də 3-ünü çıxmışam, gedib qalmışam 5-ci səhifədə. Deməli, cari səhifəm neçə imiş? İkinci səhifə. Yəni, bu sualı yaxşı ki, qarşımıza çıxdı. İkinci səhifə. Başa düşməyən olursa sual versin. Başa düşməyən var. Müəllim, bir də başa sala bilərsiniz. 13 səhifəliyi anlamadım. 13-ü neynədik? Onu 13-ü heç nə eləmirik. Yox, yox, onu heç istifadə eləmirik. Sadəcə bizə deyir ki, yəni sənədim 13 səhifədən ibarətdir. Onu şərt kimi verim. Bu bir hissələr aydındırmı? Bu hissələr. Ha, bəli, anladım. Aha. Siz sağ olun. Bu da belə, bu da səhifələr. Yenə də səhifələrlə bağlı nəsə gördünüz ki, qarşınıza çıxdı, yaza bilmirsiniz. Mütləq qrupa qeyd edin, mən ona cavab verəcəm. İndi burada bir də durub axtarmayım da. Bu da belə. Sonra qaydırıq təzədən Word-ümüzə. Görək Word-da tamam başqa nələrimiz var. Find-la bağlı işlərimizi gördük. Bir də burada go-to-nun nədir bu? Qısa yolu da var ha. Ctrl plus C hərflərindən istifadə etməklə qısa yolunu da gedib aça bilərik. Yəni qısa yolda nədir? Biri var, gedib bu əmri bir də gəlib buradan açmaq. Bir də var ki, Ctrl düyməsi ilə, məsələn, C düyməsini vuran kimi avtomatik go-to pəncərəsi açılır. Yəni qısa yol bizə çox yararlıdır bizim üçün. Var burada select əmri. Select əmri zaten özü seçmək deməkdir. Select əmri vasitəsilə müxtəlif formatlarda seçmə əməliyyatlarını aparmaq olar. Məsələn, select all eləsə, təbii ki, all nə deməkdir? Bütün hamısı deməkdir da ingilis dilindən tərcümədə. Select all əmrini vursam, baxın vururam, sənəddəki bütün hissələrimi baxacağam ki, hamısını seçibdir. Bunun qısa yolu da var ha. Ctrl plus A əmrini vurmaq, A düymələrini vurmaqla bu əmrin qısa yolu vasitəsilə, yəni bu əmri icra edə bilərik. Select objects nədir? Select object-də bunu birazdan insert-da çalışacağam deyim. Obyektlərin seçilməsidir. Obyektlərin seçilməsi obyekt nədir? Məsələn, deyirəm ki, sənədimə şəkil əlavə etmişəmsə, sənədimə fiqurlar əlavə etmişəmsə və s. bunlar bizim sənədimizdə olan obyektlərdir. Yəni mən select object vuranda avtomatik mənim sadəcə obyektlərimi seçəcək bu qədər. Bir də burada selection pane var. Belə bir dənə hissə açır bizə. Yəni bizim məsələn tutaq ki, deyirəmi obyektlər daxil etmək. Məsələn, daxil etdiyimiz obyektlər varsa, onun obyektlərin hamısını adı ilə bir yerdə bura göstərir ki, hansı obyektlərin əlavə olunubdur sənin bura. İstədiyimi burada gəlin bir dənə əlavə edeyim. Gəldim belə bir şey. Görürsüz, əlavə edən kimi obyektimi burada göstərir ki, ovalım var burada bir dənə. Təbii ki, mən bunu gizlədib açıb, yəni gizlin də edə bilərəm, görünür vəziyyətdə də edə bilərəm. Baxın, göz işarəsinin üzərinə vuranda obyektim görünməyəcək, göz işarəsinin üzərinə vuranda obyektim görünəcək. Bu da bizim obyektimiz. Göz işarəsi hardaydı orada? Bir dənə, gələk. Baxın, vuran kimi burada yanında həm adını yazır, həm də burada göz işarəsi olur. Bura baxın. Gördünüzmü? Aha, bəli. Aha, bunun üzərinə vursaq bunu yığışdıracaq, gizlin edəcək. Bunu vursaq açıq formada göstərəcək bizə. Hardan elədik? Selection pane. Aha, siz sağ olun. Selection pane əmri vasitəsilə bu hissədə, açılan hissədən görə bilərəm. Məsələn, başqa bir fiqur da daxil etsəm, indi də onun adını yazacaq. Məsələn, gəlin ürək var idi burada. Əlavə eləyək. Başqa fiqur da ola bilər. İndi bunu əlavə elədik. Görürsünüz, heart yazır, göz işarəsi. Bunu sildim, bunu elədim, bunu elədim. Bu əmrləri buradan icra edə bilərik. Bu oldu bizim home menümüzlə bağlı olan hissələrimiz. Bunları silək. Hələ ki. Bu da editing link qrupuna daxil olan əmrlərimizdir. Bu hissələr bu heç. Bunlara fikir vermirik. Bunlar bizə lazım deyil. Bu da belə. Başqa bir şeyimiz yoxdur home-la bağlı. Yenə də əlavə məlumatlar olanda təbii ki, onu PDF şəklində qrupa göndərəcəm yazılı şəkildə. Bu oldu home. Home-la bağlı sualınız yoxdursa keçək insert-ə. Mənim 71-ci suala da baxaq da zəhmət olmasa. O da go-to ilə aid məsələdir. Onda hamısını eləməyək də burada istəyirəm özünüzdə eləyəsiniz axı. Onsuz da go-to-ya aid sadəcə 1-2 dənə sual var. Birini mən izah elədim, biri də özünüzə qalsın. Yaxşı.
Gəldik indi insert tabımıza. Insert tabı, ümumiyyətlə insertü belə yadınızda saxlayın. Insertün özü məna olaraq əlavə etmək deməkdir. Bunu bilirik də ingilis dilində, məsələn, bilənlər varsa, insertün özü əlavə etmək mənasında verir. Deməli biz sənədimizə nələrisə əlavə etmək üçün insert tabından istifadə edə bilərik. Insert tabında çoxlu sayda, məsələn, əməliyyatlarımız var. Bu əməliyyatlara görə indi hansı funksiyaları yerinə yetirir? Burada bizim lent qruplarımız Pages, Tables, Illustration, Media, Link, Comment, Header, Footer, Text, Symbols. Baxın, bunlar bizim lent qruplarımızdır. Gəlirik birinci Page lent qrupumuza. Page lent qrupumuz təbii ki, səhifələrlə bağlı olan əmrləri, əməliyyatları yerinə yetirir. Bunlar nədir? Baxın, burada iş qarşımıza çıxır cover page. Cover page sənədimizə üz qabığı əlavə etmək üçündür. Baxın, cover page-i vursam, mənim qarşıma belə hazır şablonlar çıxardır. Hazır şablonlardan birini məsələn seçdim. Nə fikir verin. Birinci səhifəmə üz qabığı ilə bir yerdə səhifəmə əlavə elədi. Üz qabığından ibarət olan bir səhifə əlavə elədi. Yəni cover page budur. Üz qabığını əlavə eləmək. Üz qabığında həmişə hansı səhifəyə əlavə eləyir? Birinci səhifəyə əlavə edir. Təbii ki, buradan remove current cover page etməklə cover page-imizi remove elədik. Silə bilərik. Gəldi blank page nədir? Yaxınlaşdıraq. Blank page, biz bunu dünən file menüsunda keçəndə də blank document hissəsi var idi. Blank document, new document nə idi? Gəlib boş səhifə, boş dokument yaradırdı da, boş dokument əlavə edirdi. Burada da blank page eləyəndə bizə boş bir səhifə yaradacaq. Məsələn, kursorumu qoydum bura, bir dənə fikir verin. Blank page elədim. Fikir verin. Qoyduğum yerdən gəldi boş bir sənəd əlavə elədi. Boş bir sənəd. Bir dənə bunu yığışdıraq buradan. Bir dəqiqə. Insert blank page. Dən fikir verin. Kursoru qoydum. Kursordan sonraya, yəni elə bil hansı səhifədəydiksə, məsələn, ikinci səhifədəydik. İkinci səhifədən sonraya bir dənə səhifə əlavə elədi, boş səhifə əlavə elədi. Və yaxud da gəlib, məsələn, bura bir dənə də qoysam, blank page eləsəm, bir dənə boş səhifə əlavə edir. Yəni, boş səhifə əlavə edir də, başqa bir əlavə bir funksiyası yoxdur bunun. Amma page break nədir? Buna diqqət eləyək. Page break. Gəlirəm bir dənə sözə, məsələn, söz, baxın, bu sözün yanına kursorumu qoydum. Bir dənə fikir verin. Page break eləyəndə, həmin hansı sözün yanına qoymuşdumsa, həmin sözdən sonra bir dənə səhifə əlavə edir. Sözlərin qalan hissəsini atır o biri səhifə ilə bir yerdə bura. Baxın, bir də əmri icra edirəm. Deyirəm ki, kopyalamaq sözünün yanına gətirdim, qoydum. Mən kopyalamaq sözünün yanına qoydumsa, ya da ki, gəlin bax bura qoyaq. Ctrl-C-nin yanına qoydum. Ctrl-C-nin yanına qoyandan sonra page break eləsəm, elə bilin ki, kursoru qoyduğum hissədən səhifəni ayırır. Səhifəni ayırır, kursordan o tərəfdə qalan sözlər həmin səhifənin içərisinə daxil olur, ayrılır. Yəni, səhifələri ayırmaq üçün istifadə olunur. İndi Ctrl-C-nin yanına qoydum, page break elədim. Nə fikir verin? Bu qaldı burada. Bu isə əlavə edilmiş səhifənin içərisinə gəldi, düşdü bura. Page break nə oldu? Səhifələrin bölünməsi, ayrılması üçün istifadə olunur. Amma hardan ayrılır? Kursorumu hara qoyuramsa, kursorumu qoyduğum hissədən səhifəni bölür. Mənə bir sual verə bilərəm. Buyur. Orada cover page var. Biz onu vuranda ancaq sadəcə şablon əlavə eləyərik, yoxsa özümüzdən, tutaq ki, biz özümüz üz yazmaq istəyirik. Aha. Üz düzəltmək. Belə görürəm ki, yeni əslində mən əvvəlki versiyalarda görmüşdüm əlavə etmək, amma burada yoxdur. Elə burada hazır şablonlarlandır. Dən fikir verin. Ancaq hazır şablonlar var. Yeni heç nə yoxdur. Məsələn, buranı da vururam. Yenə hazır şablon. Başqa heç nə yoxdur. Sağ olun mənim. Siz sağ olun. Deməli, gəldik table hissəsinə. Table hissəsinə də diqqət edək. Bunu düzəldək bir dənə. Gəldik table hissəsinə. Görək bu table nədir? Təbii ki, cədvəllərlə bağlı olan hissəmizdir table. Bir dənə fikir verim. Deyir, buradan
neçənin neçəyə ölçülü bir dənə cədvəldə yarada bilərik. Məsələn, deyirəm ki, 3-ün 3-ə ölçülü, 3-ün 3-ə ölçüdə cədvəl yaratmaq nədir? Yəni 3 dənə sətirdən, 3 dənə də sütundan ibarət olan bir cədvəl yaratmaq. Bunu buradan da qura bilərik, təbii ki. Amma insert table hissəsindən də qura bilərik. Baxın, bu insert table vururam, belə bir pəncərə açılır qabağıma. Və bu pəncərə testlərdə düşür. Yəni suallarımız arasında düşür. Məsələn, bu pəncərəni qoyur. Deyir ki, məsələn, bu pəncərə hansı lent qrupunda yerləşir və ya da hansı tabda yerləşir. Və ya da soruşa bilər ki, bu yazılar bunlar nədir? Ümumiyyətlə baxın, insert table vuranda açılan bu pəncərəmizdən biz sətirlərin və sütunların sayını özümüz əllə daxil edib cədvəl yarada bilərik. Burada yazılan column sözü, bax column sözü sütunların sayını bildirir. Row sözü sətirlərin sayını bildirir. Məsələn, mən deyirəm ki, column, yəni sütunum olsun 6 dənə, sətrim olsun 4 dənə. OK, vururam. Mənə 6 dənə sətirdən, daha doğrusu 6 dənə sütundan, 4 dənə sətirdən ibarət bir dənə cədvəl yaratdı. Fikir verə bilərsiniz ki, cədvəl yaradan kimi əlavə 2 dənə tabım açıldı burada. Bir table design tabım açıldı, bir də table layout tabım açıldı. Bunlar nədir? Table design qurduğumuz cədvəlin dizaynı ilə bağlı olan yəni dizaynı ilə bağlı olan hissələri biz table designdan görəcəyik. Dizaynla bağlı olan nədir? Yəni əsasən cədvəlin görünüşü ilə bağlı olan hissələrimiz. Amma açılan table layout hissəmizdən isə cədvəlimizin daha dərin funksiyalarını biz buradan tənzimləyə bilərik. İndi bir dənə baxaq table designda nələr var ümumiyyətlə. Table designda baxın, bunun dizaynla bağlı olan hissələr. Görürsünüz, dəyişə bilirəm. Bunun dizaynı, yəni görünüşünü dəyişə bilirəm. Və yaxud da bunun xətlərinin seçək. Baxın. Rəngləyə bilərəm. Border styles xətlərinin həm rəngini təyin edə bilərəm, eyni zamanda ölçülərini də təyin edə bilərəm. Seçdim. Hə, bunu gərək çəkək. Məndə tam düz olmur. Deyəm, fikir verin, hə, bu da burada alındı. Baxın, xəttimi nə ilə rənglədi? Məsələn, nə rəng seçmişdim? Yaşıl rənglə rənglədi. Eyni zamanda rəngləməklə yanaşı, fikir versəz, buna nisbətən daha qalın rejimdə mənim xəttimi çəkdi. Yəni, yenə də görünüşü ilə bağlı dəyişiklik etdi. İndi buna tam dərin baxmayacaq təbii ki. İndi göstərirəm də, yəni nədir bunlar. Bu bizim nə oldu? Table design bizim dizaynımızla, yəni cədvəlimizin dizaynına bağlı olan hissələr. Table layout hissəsi isə bir dənə ləğv eləyək. Aha. Table layout hissəsində isə dediyi daha dərin funksiyalar yerinə yetirir. Bəli, məsələn, burada hansı funksiyalara daha diqqət eləsək yaxşı olar? Bir dənə fikir verin. Burada merge cells, split cells, bir də split table hissələr var. Bunlar nədir? Ümumiyyətlə, cell xana deməkdir. Mənim bu içərisində olan, bu içərilərdə olan cədvəldə kvadratlar ki var, bunlar mənim xanalarımdır. Birinci başlayaq merge cells əmrindən. Merge cells xanaların birləşdirilməsi əmridir. Xanaları birləşdirmək nə deməkdir? Məsələn, mən buradakı bu 4 dənə xananı seçirəm. Görürsünüz, avtomatik aktiv oldu. 4 xananı seçəcəm. Bunları birləşdirib bir xana halına salacağam. Vururam, fikir verin. Aralarını açdı. O 4 dənə xananın bir dənə xana halına saldı. Bu merge cellsdir. Xanaların birləşdirilməsi. Amma mən buranı seçdim. Split cells eləsəm, xanaların daxilində kiçik-kiçik xanalara ayırır. Split cells, split nə deməkdir? Bölmək, ayırmaq mənasını verir də. Yəni seçdiyim xanaların öz içərisində də müəyyən xanalar neyinir? Bölür, xanalar yaradır. Xananın içərisində xanaların bölüb yaradılması split cellslə həyata keçirilir. Bir də split table var. Split table mənim seçdiyim xanamı
cədvəldən ayırır. Baxın, split table adından da göründüyü kimi. Split table seçdiyim hissəni, seçdiyim xanadan cədvəldən ayırır, aşağı atır. Məsələn, deyirəm ki, indi gəlirəm buradan, istəyirəm ki, bu hissəni ayırsın, cədvəldən ayrı formaya salsın. Baxın, buradan seçmişdim. Bu hissəni götürdü, cədvəldən ayrı yerə atdı. Yəni, split table, split cells, merge cells əmrləri bunlardır. Bir də burada da əmrlərimiz var. Məsələn, insert row above. Bu nə deməkdir? Insert daxil etmək deməkdir. Row sətir deməkdir. Above da yuxarı, üstə deməkdir. Məsələn, deyirəmsə ki, insert row above mənim kursorumu qoyduğum yerdən yuxarıya bir dənə sətir əlavə eləyir. Və yaxud da məsələn mən burdayam, məsələn bura bir dənə hərf yazaq, görünsün. Insert row below eləsəm, həmin bu hissədən aşağıya bir dənə sətir əlavə eləyir. Və yaxud da insert column left desəm, mənim, baxın, buradaydı kursorum, düzdürmü? Kursorum buradaydı. Kursorumdan sol tərəfə bir dənə sütun əlavə elədi. Və yaxud da kursorumu, məsələn, A yazıram bura görək. Kursorumdan sağ tərəfə sütun əlavə etmək istəsə. Bir dənə fikir verin. Bunun sağ tərəfini özü də göstərir işarəli şəkildə. Sağ tərəfimə nə edəcək? Bir dənə sütun əlavə edəcək və s. Yəni, bir sözlə bizim bu hissəmizdə nə olacaq? Cədvəllərlə bağlı olan dərin parametrlərimiz, ayarlarımız burada olacaq. Bir dənə burada bu cədvəllərlə bağlı bunu da deyim. Baxın. Bura bir dənə söz yazacağım. Yazacağım ki, informatika, riyaziyyat, bir də kimya yazıram. Nə fikir verin, bunlar söz formasıdır. Mən bu sözləri seçib cədvəlin, sözləri seçib cədvəlin içinə ata bilərəm. Necə edirik? Sözləri seçdim. Insert-a gəlirəm. Table hissəsinə daxil olanda burada var. Convert text to table. Yəni deyir ki, tekstimi convert elə. Çevir cədvəl formasına. Vururam. Nə fikir verin? Yazdığım sözləri cədvəl formasında mənə çıxartdı. Biz hardan elədik bu əmri? Table-da olan convert text to table, yəni textin table-a çevrilməsi hissəsindən. Bir də ola bilər ki, baxın table layout-a gəlirəm, burada yazıb ki, convert to text. Yəni hal-hazırda məndə cədvəlin içərisindədir. Convert to text edəsəm, indi salacaq əvvəlki formasına, text formasına. Baxın, necə yazmışdımsa o formada da çevrildi əvvəlki text formasına. Bunu da biz hardan elədik? Table əmrinin içərisində olan, bax, burada convert text to table hissəsindən, başqa heç nə yoxdur. Bu da Excel nədir? Yəni deyir ki, elə bil Word-ün içərisində Excel yaradırıq. Məsələn, A, B, C yazım. Yaradırıq və OK vuran kimi Excel-in içərisində yazdığımız bütün məlumatlar gəlir Word-ün içərisinə daxil olur. Excel spreadsheet hissəsindən. Baxın, bir də açım. Yazıram. 1, 2, 3. OK vururam. Vuran kimi gəldi. Mənim Word-ümün içərisində göründü. Bir də quick tables var. Quick tables, yəni burada hazır table'lardan istifadə edə bilərəm. Hazır table'lardan istifadə edə bilərəm. Bunların üzərində dəyişiklik də apara bilərəm və s. Baxın, məsələn, birini əlavə elədim. Hazır table'larımızdır. Hazır cədvəllərimizdir. Bu da oldu table-la bağlı olan hissələrimiz. Gəldik illustration-la bağlı olan hissələrimizə. Illustration-la bağlı olan hissələrimizdə çətin bir şey yoxdur. Şəkillərin əlavə edilməsi, fiqurların əlavə edilməsi, diaqramların, smart art, yəni ağıllı qrafiklərin əlavə edilməsi. İndi gəlin, bir dənə şəkil əlavə eləyək. Məsələn, picture vurdum. Onlayn şəkildə əlavə eləyə bilərəm. Təbii ki, brauzerdən. Kompüterimin yaddaşında olan şəkillərdən də əlavə eləyə bilərəm. Məsələn, baxaq şəkillər varmı? Məsələn, indi bizim kompüterimizdə şəkil yoxdur. Baxın, gətirdim, bir dənə şəkil əlavə elədim. Hardan? Insert menüsündə olan picture əmri vasitəsilə. Və yaxud da shapes, fiqur əlavə etmək istəsəm, baxın, gələk bir dənə yuxarı qarışmasın. Gəlirəm bura. Silək bunu buradan. Aha.
Shapes fiqurlar əlavə edəndə, məsələn, bir dənə fiquru seçdim. Bu fiquru mouse'un sol düyməsi vasitəsilə sıxılı vəziyyətdə gətirdim, buraxıram. Fiqurumuz düşdü bura. Təbii ki, fiqurumuz bura düşəndən sonra shape format, yəni shape nədir fiqur? Fiqurun formatı ilə bağlı olan işləri buradan görə bilərəm. Formatı ilə bağlı olan işlər nədir? Fiqurun rəngini dəyişmək, kənar xəttinin rəngini, ölçüsünü təyin etmək, fiqurun növünü təyin elə, növü ilə bir yerdə rəngini dəyişmək və s. effektlər vermək. Hamısını mən bu hissədən, shape format hissəsindən edə bilərəm. Amma gəlin belə bir şey deyək. Bu arada dərsimiz bir 10 dəqiqə sonra bitəcək. Çıxmaq istəyən təbii ki, çıxa bilər, qalmaq istəyən qala bilər. 10 dəqiqə dərsimiz yəni hələ davam eləyəcək. Bunu diqqət eləyək. Gəlirəm, baxın, bura bir dənə fiqur əlavə eləyirəm. Fiqur əlavə eləyirəm bura. Elədim. Fikir verin, fiqurumuz əlavə olunubdur. Əlavə olunur. Burada hansı hissəyə daha çox diqqət edirik? Shape format hissəsində. Baxın, burada bir position hissəmiz var. Bir də wrap text hissəmiz var. Positionda, wrap textdə əlavə etdiyimiz fiqurun yazılara görə istiqamətini təyin etmək üçündür. Məsələn, gəldim position hissəsinə, təbii ki, fiqurun pozisiyasını müəyyən edir ki, yəni pozisiya olaraq harda yerləşsin. Məsələn, deyir ki, baxın, seçdim, görün harda yerləşəcək. Başda yerləşəcək. Və yaxud da eləsəm ortada yerləşəcək, sağ yuxarıda, mərkəzdə solda, tam mərkəzdə sağda, sol aşağıda. Baxın, hamısını burada görünür. Etdikcə hamısı görünür. Bir də var wrap text. Wrap text bu həqiqətən də mətninə görə, yəni bizim sənədimizdəki mətnlərə görə fiqurun yerini təyin etmək. Pozisiya başqa bir şeydir. Pozisiya odur ki, sağ yuxarıda, sol yuxarıda, ortada dayansın, ya da sağ aşağıda, sağ ortada, sağ nə bilim bu biri üçüncüsdə budur. Pozisiya budur. Amma wrap text nədir? Wrap text bunun mətnə görə yerini təyin edir. Necə bir şeydir? Məsələn, baxın, gəlirəm wrap textdə. Behind text eləyirəm. Behind text nə demək? Behind arxasında deməkdir. Textdəki yazı. Yəni deyir, fiqurun yazıların arxasına keçsin. Vururam, fiqurum keçdi yazıların arxasına. Fikir verin, fiqur arxadadır, yazılar onun üstündədir. Amma mən gəlib in front of the text eləsəm, keçəcək yazıların üstündə dayanacaq. Deməli, yazılara görə bunun yerini təyin edir. Through eləsəm, baxın bu formada yazılar bunun ətrafında belə görünəcək. Top and bottom eləsəm, fiqur ortada olur. Yazılar onun yuxarısında və aşağısında görünəcək. Through eləsəm, square eləsəm, məsələn, görürsünüz, sanki yazılar onun kvadrat şəkildə yanında yerləşib. Yəni budur. Bunun funksiyaları da budur. Yenə də yazıya görə yerlərini təyin edir. İndi burada baxırıq, nələrimiz var. Bring forward, send backward hissələrimiz var. Bu nədir? Gəlirəm bura, bir dənə də fiqur əlavə edirəm. Fiqurun da rəngini dəyişək. Dəyişdim. İndi, mən hal-hazırda hansı fiquru seçmişəm? Ürək fiqurunu seçmişəm. Send backward eləsəm, seçdiyim bu ürək keçəcək dairənin arxasına. Fikir verin, send backward vuran kimi keçdi dairənin arxasına. Amma mən gəlib indi bring forward eləsəm, keçəcək forward hara? Önünə. Və ya da mən sənin bu birini seçirəm, arxadakını seçmişəm. Bring forward eləsəm, indi də bu keçəcək ürək fiqurunun önünə. Send backward eləsəm, keçəcək həmin ürək fiqurunun arxasına. Yəni funksiyaları budur. Önünə keçmək, arxasına keçmək. Selection pane hissəsi harda da var idi bizdə? Home-da da var idi, yadınıza gəlir, bayaq dedik. Select hissəsinə selection pane burada da var idi. Eyni zamanda insert menümüzün içərisində də shape format hissəsində selection pane əmrimiz mövcuddur. Selection pane-də nəyi göstərirdi? Fiqurlarımızın adlarını göstərirdi və yaxud da gizlin, görünür eləmək bunları buradan mümkün idi. Bir də burada fikir versəz, align var. Align da deyir ki, seçdiyimiz fiqurun istiqamətlərini dəyişmək. Məsələn, sağa sola fırlatmaq. Baxın. Left eləsəm, left eləyəcək yerini. Right eləsəm, right-a fırladacaq. Center eləsəm, mərkəzə gətirəcək. Amma rotate eləmək onları çevirir. Məsələn, deyir 90 dərəcə bu formada çevrilsin. 90 dərəcə sol tərəfə çevrilsin.
Baxın. Bu belə. Bir də burada fikir versəz, qrup əmri var. Qrup əmri aktiv deyil. Niyə aktiv deyil? Gərək mən bu fiqurun ikisi də seçili vəziyyətdə ola ki, mənim bu qrup əmrim aktiv olsun. Bəs fiqurları necə seçmək lazımdır? İkisində bir yerdə və yaxud da 2 dənə, 3 dənə, 5 dənə çoxlu fiqurum varsa, bunları necə seçmək lazımdır? Hal-hazırda mənim ürək fiqurum seçili vəziyyətdədir. Ürək fiqurum seçili vəziyyətdə kontrol düyməsini, baxın, klaviaturadan kontrol düyməsini basılı saxlayıram. Basılı vəziyyətdə gəlirəm, bunu da seçirəm. Fikir verin. Həm ürək fiquru seçilmiş oldu, eyni zamanda hal-hazırda nə də seçilidir? Dairə fiqurum da seçilidir. Görürsünüz, avtomatik olaraq burada qrup əmrim icra olundu. Qrup əmrim icra oldu. Baxın, gəlib hətta qrupu vurdum, gəldi ikisində bir belə deyək də, necə deyərlər? Bir dənə haşiyənin içərisinə saldım. Təbii ki, mən bunları artıq bir yerdə döndərə bilərəm. Bir yerdə bunların istiqamətlərini dəyişə bilərəm. Çünki artıq qrup şəklində bunlar seçilir də. Amma mən gəlib burada an qrup eləsəm, bunlar təbii ki, bir-birindən ayrılacaq, ayrı-ayrı, yəni fiqurlar şəklinə düşəcək. Bu da bizim insertdə olan fiqurlarımızla bağlı olan hissə. Smart art nədir? Smart art bizim ağıllı qrafiklərimizdir. Yəni, məsələn, belə bir qrafik daxil edirəm. Bunun içərisində müxtəlif yazılar yaza bilərəm. Baxın, bu qrafiklərimizdir, bu tekst yazılanlar. Yenə Smart Art dizaynla bağlı olan dizayn hissəsində, formatı ilə bağlı olan hissələrimiz format başlığında açılır. Bir də fikir versəz burada çoxlu sayda, baxın, qrafiklərə daxil olsam, ağıllı qrafiklərə. Burada deyəsən çoxsunu verməyib. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənədirmi? Elə 10 dənədir, heç nə. Deməli, qrafiklərimizlə bağlı olan çox da bir şey yoxdur. Yəni, ağıllı qrafiklər deyilir. Qrafikləri daxil edib içərisinə müəyyən məlumatları yerləşdirə bilərik. Burada var chart hissəmiz. Chart hissəmizdə Word-ümüzə, yəni sənədlərimizin daxilində diaqramların əlavə edilməsi. Fikir verirsiniz, burada saysa, səhv eləmirəmsə 17 dənə diaqram olmalıdır. 17, baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə, demə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənədir. 15 dənədir və bunların daxilində də var ha. Baxın, məsələn, kolumu seçdim. Kolumun daxilində də müxtəlif bunun formaları var. Line-ı seçdim, bunun müxtəlif formaları var. Yəni, öz içərisində də bunların nələri olur? Siz belə yadda salın, onu konspekt şəklində göstərəcəm. Səhv eləmirəmsə, ümumilikdə 17 dənə olmalıdır, 17 dənə. Onun da içərisindəkilərlə bir yerdə 61 dənə olmalıdır. İndi onu mən sizə dəqiq göndərəcəm konspektini. Deməli, məsələn, bu nədir? Məsələn, bunu vurdum. OK, vuranda mənə gətirib yenə Excel-lə əlaqələndirir. Baxın, Excel-lə əlaqələndirdi. Excel-lə əlaqələndirir. Başlayıram Excel-lə. Elə bil Word-ün içərisində Excel-lə işləməyə. Heç nə. Deyir, burada da görünür. Məlumatlarım, baxın, burada görünür. Bunu çəkək aşağı. Word-ün daxilində sanki Excel açılıbdır. Budur. Başqa bir funksiyası yoxdur. Bu chart hissəmiz. Screenshot hissəmiz təbii ki, şəklini çəkdiyimiz hissələrdir. Screenshot hissəsindən screen clipping eləsək, məsələn, deyirəm ki, bax, bu hissənin şəklini götürdüm, gətirib yapışdıracaq. Nəyin içərisinə? Sənədimizin içərisinə. Screenshot da, yəni bildiyimiz screenshot. Sonra onlayn video. Onlayn video nədir? Vururam onlayn videonu. Məsələn, deyirəm ki, mən hardan gedib onlayn video açmaq istəyirəm? Deyirəm ki, YouTube-dan. Baxaq görək, açılacaqmı heç? Gərək mən burada şey deyəm. YouTube-dan, məsələn, hər hansı bir videonun gərək linkini yapışdıraq bir dəqiqə. Deyirəm ki, məsələn, gedirəm YouTube-a daxil oluram. Gərək bir dənə, məsələn, mahnıya daxil olum. Baxın, gəlirəm bunun linkini kopyalamağa.
Kopyaladım linkini. Təzədən qayıdıram Word-ümə. Vurdum. Görürsüz, gəldi avtomatik. Insert vururam. Görürsüz, gəldi. Həmin videonun hardan etdik? Gəldik insert-ə. Insert hissəsindən onlayn video hissəsinə gəldik. Gedib YouTube-dan götürdüyümüz linki gəldik, yapışdırdıq bura. Buradan insert əmrini icra etməklə gəldi. Həmin videomuz düşdü Word-ümüzün içərisinə. Təbii ki, mən bunu vuranda artıq Word-ümüz, elə bir Word-ün içərisində biz YouTube-a baxırıq. Hazırlanan. Bu qədər sadə. Word-ün içərisində YouTube-a baxırıq. Onlayn videomuz da budur. Təbii ki, gedib ancaq YouTube-dan götürməli deyilik. Burada bir çox seçənəklər bizə deyir. Streamdən, TED-dən, SlideShare, yəni bir çox funksiyalar mövcud. İndi mən YouTube-da da ən yaygın olan videolarımız harda olur? YouTube-da olur. YouTube-dan getdim, götürdüm, gəldim, atdım bura. Bu link nədir? Link hissəmiz. Baxım görüm dərsdə kimsə varmı, yoxsa çıxıbsızmı? Dərsdə qalanlar var. Əla. Deməli, link hissəmiz nədir? Link hissəmiz, bunları bir dənə buradan tənzimləyək. Siz məsələn, hər hansı bir sözün üzərinə vuranda sizi linkdən gedir atır. Məsələn, tutaq ki, mən sizə link atıram. Linkin üzərinə vuranda sizi gətirib atır nəyin içərisinə? Google Meeting proqramının içərisinə. Link eyni şey. Yəni, eyni şeydir. Mən hər hansı bir sözün üzərinə link yerləşdirməklə siz o linkə vuranda gedib haransı aça bilər. Amma mən onu özüm təyin edirəm. Məsələn, deyirəm ki, məsəl üçün da, burada gəlirəm informasiya sözünü seçirəm. Link hissəsinə daxil oluram. Deyirəm ki, bu informasiya sözünün üzərinə link yerləşdirmək istəyirəm. Buradan axtarıram ki, görüm informasiya sözünün üzərinə necə bir link yerləşdirə bilərəm. Məsələn, gərək baxaq görək nələr var burada. Məsələn, WhatsApp image. Okay. Görürsünüz, sözün üzərinə neynədim? Baxın, bir də göstərim burada. Zaten şeydə düşür. Link hissəsinə gəldim. Buradan hər hansı bir dənə fayl, qovluq, şəkil seçdim. Məsələn, gəldim bura. Baxın, burada şəkillər var. Burada folder, qovluqlar var, fayllar var. Hər hansı birini seçə bilərəm. İndi bunlar kursun olduğu üçün bunlara daxil olmuram. Recent file, ən son sanda yadda saxlanılan fayllar və s. var. İstədiyimi seçdim. Məsələn, WhatsApp image-in üzərinə vurdum, OK vurdum, çıxdım. Fikir verirəmsə, bunun üzərinə artıq mən link yerləşdirmişəm. Bəs bu linki baxıram, məsələn, adi halda vururam, görürəm, gedib daxil olmuş. Mən bunu sözün üzərinə yaxınlaşdıram. Kontrol düyməmi sıxılı saxlayıram. Görürsünüz, kontrol düyməsini sıxılı saxlayanda burada əl işarəsi çıxır. Mən bunun üzərinə mouse'un sol düyməsini vurdum. Vuran kimi getdi neynədir? Linkin üzərinə hansı şəkli yerləşdirmişdimsə, getdi həmin şəkli açdı. Yəni, linkin funksiyası budur. Hər hansı bir sözün üzərinə link yerləşdirirsən, kontrol yenə basılı saxlayıram, klik eləyirəm, gəlir məni şəklin içərisinə atır. Əslində, sizin o daxil olduğunuz linklərin hamısı elədir da, yəni linkləri üzərində, məsələn, söz yığınlarının üzərində link yerləşdirirlər. Biz o linkə vurmaqla özləri seçir də. Məsələn, deyirəm ki, sizə atdığım nədir? Deyirəm ki, Google Meeting-in proqramının linkidir. Siz onun üzərinə vurmaqla təbii ki, sizi hara atacaq? Google Meeting proqramının içərisinə atacaq. Burada bookmark var. Bookmark nədir? Bu şeydir. Bizdə nə deyirlər? Əlfəcin deyirlər. Bu kitabların arasına qoyuruq. Kitabı məsələn oxumuşuq 20-ci səhifədəyik. 20-ci səhifəni bookmark nə deyirlər ona? Əlfəcin arasına qoyuruq ki, itirməyək də həmin səhifəni, düzdürmü? Bu da eyni şeydir. Məsələn, mən deyirəm ki, bax, mən bu sözdə qalmışam, proseslərin sözündə. Bookmark eləyirəm. Hansı sözü? Proseslərin sözünü. Yadda saxlamaq istəyirəm. Add. Məsələn, gəlirəm aşağıda işləyirəm. Məsələn, aşağılarda bir yerdə işləyirəm. Deyirəm ki, bax, burada işləyirəm. Birdən yadıma düşür ki, mən axırıncı dəfə əlfəcimi hara qoymuşdum? Gəlirəm bookmarka daxil oluram. Baxın, go to eləməklə məni gətirdi, atdı əlfəcin yerləşdirdiyim sözün üzərinə. Yəni, deyir ki, axırıncı dəfə sən bu sözü yadda saxlamışdın. Aşağıda işini gördün, bitirdin. Təzədən həmin hissəyə, əlfəcin qoyduğun hissəyə qayıtmaq istəyirsənsə, gəlib söz seçirsən, go to vurursan, gəlib atır sənə həmin hissəyə. Bu çox yaxşı bir şeydir, bookmark. Hələ bu cross reference burada demirik. Comment.
Komment hissəmizə baxırıq. Komment hissəsi də sadəcə sözlərin üzərinə komment əlavə etməkdir. Məsələn, baxın, burada logos sözünü seçirəm. Logos sözünü seçirəm. Deyirəm komment. Yəni komment əlavə edirəm ki, zaten yanında yazıb. İndi yazmasam, məsələn deyirəm ki, logos sözü nə deməkdir? Öyrənmə deməkdir. Öyrənmə. Всё. Qurtardı, getdi. Burada artıq mənim logos sözüm yadda sal. Məsələn, logo buralara gəldim, işləyirəm. Gəlirəm, düşürəm aşağı. Görürəm ki, burada kimsə logos sözünün mənasını yazıb. Bu mənim üçün təbii ki, xeyirli bir şeydir də. Yəni məndən əvvəl işləyən şəxs mənə rahat olsun deyə gəlib həmin sözün mənasını yazıbdı buradan. Deyirəm ki, logos sözün mənası, burada komment əlavə ediblər ki, öyrənmə mənasını verib. Yəni budur. Kommentin də funksiyası budur. Sözlərin üzərinə komment əlavə etmək. Bir də var bizdə header footer hissəmiz. Bu da çox düşən suallar arasındadır header footerla bağlı. Header footer nədir? Header footer sənədlərimizə başlıq və nömrə və sair əlavə etmək üçün. Başlıq və ayaq əlavə etmək üçün də ayaq hissəsinə, aşağı hissəyə, bir də başlıq hissəyə əlavələr etmək üçün. Məsələn, belə bir şey. Bax, gəlirəm, testimi açıram. Yenə fikir verin testdə. Üstünə yazıb master nömrə 1. Amma bu bunların hamısında var. Birində deyil. Bax, master nömrə 1. Master nömrə 1. Bunlar əslində bax, burada Microsoft Word 2019 məd. Bunlar əlavə edilmiş başlıqlardır. Yəni, məsələn, müəyyən səhifələr arasında bu başlıqları əlavə ediblər. Gəlin birində biz əlavə edək. Məsələn, baxın, indi. Header hissəsini vurdum. Edit header. Deyirəm ki, mən başlığı əlavə etmək istəyirəm. Dərsimiz nə ilə bağlıdır? Word dərsləri. Всё. Düzəldək bunu. Dərsləri. Всё. Gəldim, hər hansı bir yerdə vurdum. Uzaqlaşıram. Görürsünüz, Word dərsləri yazılıb. Çəkin bu tərəfə görün rahat. Görürsünüz, bütün səhifələrə Word dərsləri, bütün başlıqlarıma eyni şeyi əlavə etdi. Bu header hissəsindən həll olunur. Amma mən gəlib footer hissəsindən əsasən nömrələnmə, yəni səhifələrin nömrələnməsi üçündür. Məsələn, edit footer eləsəm, gəlin buradan eləyək. Ən başa qalxdım. Insert-ə gəlirəm, footer, edit footer, məsələn, yazıram 1. Fikir verin 1. Burada gəlib, məsələn, əlavə edə bilərəm 2. Insert-ə gəldim, footer, edit footer, məsələn, daxil edirəm 2. Budur. 2. Təbii ki, bunları da tənzimləmək olar. Məsələn, deyirəm ki, indi header footer hissələrini biz dərində keçəcəyik. Dərindən keçəcəyik. Header footer hissələrini dərindən keçəcəyik. Nədir bunlar header footer hissələri? Gələn dərs biraz da onun haqqında məlumat verərəm. Məsələn, mən görürsünüz, əlavə edirəm, məsələn, birinə düşür, birinə düşmür. Onları tənzimləmək də olar. Məsələn, gəlirəm, header and footer başlığında, burada ayrıca bir səhifə açır. Mən deyirəm ki, məsələn, ardıcıllıqla mən istəyirəm, birinə yazdımsa, digər hamısı ardıcıllıqla nömrələnsin. Məsələn, 1, 2, 3, 4, ardıcıl səhifələrin nömrələnə getsin. Məsələn, onlar da mümkündür. Onlar haqqında gələn dəfə başlayıb məlumat verərik. İndi burada əsas başa düşün ki, header nədir, footer nədir? Header footer hissəsinin dərin hissəsinə gələn dəfə baxacaq dərsimizin davamında. Bir də burada page number var. Təbii ki, page number səhifələrə nömrələnmə əlavə etməkdir. Səhifələrə nömrələnmə təbii ki, deyir, baş hissədən də başlayıb nömrələnmə əlavə edə bilərsən, aşağıdan başlaya bilərsən. Page margins, məsələn, deyir, kənardan, sol kənardan, sağ kənardan əlavə edə bilərsən və yaxud da dayandığın sırf cari hansı hissədə dayanırsansa, oradan əlavə edə bilərsən və s. Bu da bizim page number hissəmiz. Çətin bir şeylər yoxdur. Baxın, burada text boxdur. Text box nədir? Məsələn, deyirəm ki,
Hər hansı bir sözü seçirik. Həmin seçdiyimiz sözü boxun içərisinə, qutunun içərisinə əlavə edir. Məsələn, seçdim buranı. Text box elədim. Gəldi həmin söz hissənin içərisinə, müəyyən hissələri gəldi boxun içərisinə əlavə etdi. İndi buranı əlavə etmədik, biz gəldi özü avtomatik özü əlavə etdi. Gəlin bunun içərisinə yazaq. Məsələn, yazıram ki, informatika. Yəni bir qutuda qutunun içərisinə sözü əlavə edir. Bunu da istədiyimiz yerə təbii ki, belə çəkə bilərik. Dəhşət önəmli hissə deyil. Sadəcə deyirəm ki, məlumatınız olsun. Text box, yəni funksiyası budur. Eyni zamanda draft text box vasitəsilə text box çəkə də bilərik. Baxın, çəkdim, bunun içərisində nələrsə yaza bilərəm. Məlumatlarımı yaza bilərəm. Quick parse, bu hələ yox. Word art hissəmizi bilirik. Word art hissəmiz, yəni ki, dəyişmək, formatlarını dəyişmək üçün istifadə olunur. Sözlərin formatını dəyişmək üçün. Bir də burada sizə bir şey göstərim, bu da önəmlidir. Yəni görməyiniz yaxşıdır. Baxın. Gəlirəm, baxın bu sözlərə. Sözlərə gəl. Bu bilirsiniz nədir? Kitablarda bəzən abzasa başlayanda abzasın ən birinci hərfi, yəni sözün ən birinci hərfi böyük formada olur. Məsələn, baxın, gəlib buranı seçirəm. Yoxsa seçən kimi informasiya sözündəki i böyük görünür, qalan hərflər kiçik. Bunu kitablarda 100% görənləriniz var. Baxın, bu əmrləri 100% kitablarda görənləriniz var. Birinci hərf böyüklə başlayır, digərləri normal formada görünür. Signature line var. Signature line lisenziyalı Word işlədənlər üçün istifadə olunur. Yəni imza qoymaq üçündür. İmza qoymaq üçündür. Nədir bu? Lisenziyalı Word işlədənlər üçün signature line əmrindən istifadə edə bilərlər. Date and time nə deməkdir? Vaxt, tarix əlavə etməkdir. Object əslində bilirsiniz nədir? OLE texnologiyası var, bəlkə də eşitmiş olarsınız. OLE texnologiyası. OLE texnologiyası nədir? Proqramın içərisində proqramın açılması. Proqram daxilində proqramın açılması. Məsələn, mən obyektə daxil olanda deyir ki, məsələn, hal-hazırda hansı proqramın içindəyəm? Word-ün içərisindəyəm. Deyir, Word-ün içərisinə məsələn, Excel əlavə etmək istəyirsənmi? Və yaxud da PowerPoint əlavə etmək istəyirsənmi? Yəni, nədir bir sözlə? Object OLE texnologiyasına əsaslanır. OLE texnologiyası da nədir? Proqram içərisində başqa bir proqramın açılması deməkdir. Və gəldik, burada simvol lent qrupuna aid olan equation simvol hissəmizə. Equation təbii ki, sənədimizin içərisinə düsturlarımızı daxil etmək üçündür. Baxın, burada hazır düsturlar da var. Hazır düsturlardan da istifadə edə bilərsiniz. Eyni zamanda insert new equation hissəsindən düsturlar əlavə edə bilərsiniz özünüz. Məsələn, mən insert equation-ı vurdum. Deyirəm ki, baxın, burada çoxlu fiqurlar, daha doğrusu, düsturlar əlavə etmək üçün olan funksiyalarımız açılır. Məsələn, mən deyirəm ki, kəsr tipli nəyisə daxil etmək istəyirəmsə, gəlirəm kəsr tiplini seçirəm, fraction başlığından, vururam, fikir verin, məsələn, yazıram x bölünsün y. X, məxrəcini də yazıram y. Neynədim? Yəni, funksiyası nə oldu bunun? Gəldim, equation hissəsindən insert new equation eləməklə öz istədiyim düsturu daxil edə bildim. Kəsr tipli ola bilər, başqa tipli ola bilər, artıq onun növünü özünüz seçirsiniz. Fraction ola bilər, y üstü ədəd daxil etmək, kök altında ifadə daxil etmək, inteqralla bağlı olan hissələrimiz, yəni düsturlarımız hardan olur? Insertdə equation hissəsindən. Simvollar nədir? Simvollarda more simvola daxil oluram. Baxın, burada belə bir pəncərə açılır. Bu nədir? Bizim klaviatura üzərində olmayan bir çox simvolları biz buradan gəlib tapa bilərik. Məsələn, mən deyirəm ki, mənim klaviaturamın üzərində tutaq ki, baxın, bu C yoxdur. Gəlib buradan insert edib daxil edə bilərəm. Baxın, gəldi düşür, bax, bura. Hara qoymuşdumsa kursoru, ora düşür da. Məsələn, euro işarəsi. Gəlir, düşür bura. Yəni, klaviatura üzərində olmayan simvolları gəlib burada simvol hissəsindən tapa bilərəm. Hansı lent qrupundan? Simvol lent qrupundan. Hansı tabdan? Insert tabından tapa bilərəm. Bu gün home'dan insert keçdik. Əslində dizaynı da keçəsiydim. Sadəcə vaxtımız çatmadığı üçün dizaynı keçə bilmirəm. Dizaynla başlayaraq, sabah dizaynla başlayıb digər lent qruplarımızda
keçəcəyik. Dərsimiz bu günlük bu qədərdir. Dərsi dinlədiyiniz üçün sağ olun. Gecəniz xeyrə. Sualınız yoxdur? Sağ olun. Sağ olun. Yaxşı, sualınız yoxdursa yekunlaşdıraq. Sağ olun. Çox sağ ol, mən